Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri cəhalət mühəndisliğinə qələbə bəhslərinin, danışıqlarımızın 222-ci cələsəsini başlayırıq. Gedək görək ki, bu günləri hansı neçə yüzillik kitab, türkcə və uzmanlıq sahələrində təxəssüsü kitabla üzbəyüz oluruq. Onu oxumaqla nə qədər inşallah cəhalət mühəndisliğindən uzaqlaşıb və türk mədəniyyəti uyğarlığında tanış oluruq. Dünənləri Qovsnaməni oxuduq ki, Əmir Süleyman yazardan istəyir ki, Qovsnamə adında bir ərəbcə kitab var imiş, onu türkcəyə çevirsin və bu da gedir araşdırır və araşdırma yapır və gəlir bu kitabı yazır. Gedək görək bu günləri hansı kitabı oxuruq. Kitabın belə ilə açan kimi görəndə ki, Cədavil Nucumi Türki Əl-Əsmail Munisə. Bilmirəm yəni nə mənə bu Munisə nə deməkdir. Əvvəl kitabın çox xülasə olaraq umaram ki, mən eləyə biləm bunu 1-2 dəqiqə içində o söz ki, istəyirəm onu deyim. Kitabın əvvəl türkünə bax. Yazıb, əslən kitabın cildində yazıblar Nucumi Türki Seyyid Əli ibn Hüseyn. 1306 bu nədir yazıblar burada. Kitabın boyu 26 santimetrdir ya 25 santimetrdir bu qədər. Əlbəttə yox, bu şeydir. Bəlkə buracan kitab bu qərə başqa bir şeydir. Bəli, 23 santimetr bəlkə bu qədər. Eni də iki səfəsinin eni də 29 santimetr, yəni 14 santimetr yarım hər səfənin eynidir. Kitabı görürük ki, burada dövrəsinə baxanda görürük həm saralıb, həm də əpriyibdir, həm də ortasına baxanda görürük Şirazə dediyimiz yerdə cırılıbdır, ayrılıb bir-birindən. İndi bunları qeydib gəlib baxarıq, görürük ki, nə mənədir. Cədvəlləri görürük, bu cədvəllər əgər olsa biz bunları oxuya bilmirik. Onun üçün də bunu heç çox da özümüzü yormayaq deyə elə bunu fəqət bir qiyafəsini görək keçək. Çünki bu çox təxəssüsü bir kitabdır. Nucum və mən nucumdan heç zat bilmədiyim üçün bunu Kitabxane-i Məclis-i Sena, yəni şah zamanı bir məclis var idi, adı məclisi, iki məclis var idi. Biri Şurayı Milli idi, biri də Məclis-i Sena idi. Bu Məclis-i Senanın kitabxanasının kitablarıdır. İndi fikirlərim gələk Məclis Şurayı İslamiyə qatışmış ola, amma qatışmış olsa olmasa da burada. Bu kitabın burada indi bu səhifəsi 38-ci səhifəsində bir yazı görürük. Yazıb 1190-da bu yazılıbdır. Əlbəttə bir dənə də burada mimhe yazıbdır. O da bilmirəm ki, nədir? Ya hemim yazıbdır. O da bilmirəm nədir. Amma bunu tapmaq. Beyram namazlarının əvvəl vaxtı şəms-i ufuq məşriqdən bir neyzə və ya iki neyzə miqdarı mürtəfə olduğu zaman olur deyə kütüb-i fiqhdə zikr olunmuşdur. Və bəzilər Eid-i Fitridə şəmsün tuluindən rüb-i saat və Eid-i Əzhadə 5 saat keçdikdən sonra olur demişlər qaliba. Qaliba bunlar vilayət-i qərbə görədir. Vilayət-i qərbə görədir. Zira diyar-ı Rumidə ətvəl əyyamidə 5 dərəcə və əksər əyyamidə nisf saatdən 10 dərəcəyə geçmək lazımdır. Məsələn, şəmsin cirmi ufuqdan görünsə 40 dəqiqə tamam tulu edər ki, sülsan dərəcədir. Ol təqdircə ətvəl əyyamidə tulu-i şəmsidən 5 dərəcə geçdikdə 7 qutr miqdarı qətər miqdarı ya qutr miqdarı ufuqdan mürtəfə olur. Bir neyzə miqdarı deyil, bəlkə 2 neyzəyə qərib mürtəfə olmuş olur.
Amma aksari eyyamide şems ufuk meşrikten yukarı toğru mürtefe olduğu ecelden zikr olunan uslub üzere olmaz. Zira şems ufuge garib qalqar. Nisfi saatten ziyade geçmeyince bir neyze miktarı ya dahi ziyade olmaz ve erzi oldukça eyyamide bir saat ekser eyyamide bir saat belki dahi ziyade geçmek gerektir. Hatta tamam meyli külli bir garib olan afakide ekser eyyamide merkez şems ufuktan 2 neyze miktarı olmak yoktur. Vesselam. Tahir salavat Eid Fitr dereceyi, indi burada yine huruflardan istifadə huruf əbcədin dərəcələri üzərində. Dərəcə H, dəqiqə lam və Eid-el Əzha dərəcəsi H, dəqiqəsi KD-dir. Nəql min Risalət el-Üsturlab Seyyid Ali ibn Hüseyin 1190. Əlbəttə bilmirəm ki, bu şeydir. Gördüğünüz kimi burada bir təxəssüsü çox yuxarı, yüksək təxəssüsdə bir dil ilə danışır, yazıbdır. Günün, məsələn, neyzə neçə ölçüdür, nə böyüklükdədir, onları bilmirik. Burada saatdən danışır, saatdan danışır, 10 dəqiqədən danışır filan bəhman. Bunlar və çoxlu bir şeylər ki, mən bunları bilmədiyim üçün də bunları oxumuram. Orasını da oxudum ki, fəqət görürəm ki, əcəba içində bir tarixi var və bir də dilinə bir baxaq, görək ki, dili nə dildir. Kitab qutarır burada, Məclis-i Sina kitabxanasıdır. Qeydaq əvvəlində, əlbəttə burada bir dənə də möhür var. Qeydaq əvvəlində də bir şeylər yazılmışdı. Ona da bir oxuyaq, görək nədir, gedək başqa kitaba. Yazıb ki, burada üstə bir ədədlər yazıblar. 8-17 1307. Yəni bu kitab 8-ci ayın 17 günündə il 1307-də şəmsidir bu. Kitabxanaya giribdir. Türki Cədavil-i Nücumi Türki Benəqləz Üstürlab Seyyid Ali ibn Hüseyin. Kitabxananın da möhrü burada vurulubdur. Tarix şumarəsi də yazılıbdır. Hazən nüsxətün nəfisə. Bu nüsxədir. Yəni əsli deyil. Hazən nüsxətün nəfisə kanət min məmlikati və əhdəytuha li Hazretil Əcəllil Muazzəm Hüseyin Owniyel Ərəbiyyel Osmani və ənə əl-əhqər əl-uləma vəl-əmasil Şəmsül Əfazilil Xurasani Əl-Kaşməri Ən-Nadir Şər'iyyat fi Tehran 1442 qəməridə. İndi buna baxarıq, görürük ki, bu ha zaman olur. Bu adam deyir ki, bu nüsxə-i nəfisi ki, mənim varlıqlarımdan idi, mən onun sahiblərindən. Məmləkat, yəni o müməllikati, yəni mənim təmlik olduqlarım, mənim o şeylər ki, malik oldum, onlardan biridir bu da. Və əhdəytuha, mən bunu verdim Həzrət-i Əcəllil Muəzzəm Hüseyin Owniyel Ərəbiyyel Osmaniyə. Bu adama deyir, bunu töhfə eləmişəm. Vermişəm bu adama ki, adı Hüseyin Owniyel Ərəbiyyel Osmani. Amma özü kimdir? Deyir ki, mən özüm də ənəl əhqərül uləmai vəl əmasil şəmsil əfazil. Bunların da deyir, mən kiçiyəm Əl-Fazilil Xurasani Əl-Kaşməri. Ehtimalən adı Fazil Xurasani Kaşməri, nazir şər'iyyat Tehranda. Tehranda şər'iyyata baxan bir adam. 1342-ci qəməri ildə bunu yazıbdır, bu kitabı töhfə eləyibdir. İndi biz bu keçsək, əgər burada görsək ki, miladi illəri çevirsək qəməri illərə, bu düz deyil, buraya axıcı deyil, əslən buradan çıxaq eşiyə. Tamam, burada miladin, qəmərin, qəmərini
çevirək şəmsi və miladiyə. Tamam. 1344 olacaq iştibah eləməsəm. 1342. 1342. Tamam, bunu çevirsin, görək nə deyir. Birinci kitab Məhərrəm imiş özdə bunu şey eləyəndə. Kitabın adı nə idi? Bunu əvvəl yazım burada mən. Əlbəttə burada yazıb ki, Nucum-i Türkü, üstdə ayrı bir şey yazıblar. Nucum-i Türkü vəqf deməyək, xədiyyə tarixi 1342 Hicri qəməri müadili nədir? Şəmsiyə istəyirəm ki, görək şəmsi ilə neçədir? Şəmsi ilə olur 1302. 1302. Əcəba, yəni Rıza Şahı şah eləməmişdən öncə məclisi müəssisan var imiş. Müəssisan yox, məclisi sena var imiş. Bu da bir sual. Məclisi sena. Tamam, bu da bu. Hər halda bu kitabı da biraz baxdıq, bundan da azdan çoxdan tanış olduq. Əlbəttə burada döşdür mübəyyini məftah ya döşdür mətini, bu adı görək bunu necə oxuya bilirik. Döşdür mətin miftah, belə bir adı var bu adamın. Cədvəlləri də görürük, çünki mən cədvəllərdən baş çıxartmayacağam, onun üçün bu kitabdan keçdik, axirində oxumuşduq. Tamam, gedək bir ayrı kitab açaq, görək ki, orada nə var. Bu kitabın görək nədir? Yazıbdır ki, Atif Əfəndi. Atif Əfəndi adında bir kitab ehtimalən şey olacaq, amma əvvəl bunun gedək bir şeyin görək, kitabın özün kağız vəziyyətini görək nə vəziyyətdədir ondan sonra. Kitabı açıblar, kitab cildi görsənir. Bu tərəf Hadif Əfəndi orada görsənir. 2-26-56 nömrəli bir şey orada vardı. Bu tərəfdə də bir yazılar. Neçə dənə möhür? 1, 2, 3, 4 dənə möhür görürsənir ən azından. Sonra geçir kitabın içinə. Kitabın içində də bu Osmanlı dövrəsindədir. Bəllidir, gözəl bir xətt ilə yazılıbdır. Niyə gözəldir? Çünki mənim kimi türk dilində savadsız olan birisi eləyə bilər ki, bunu bir az çalışmaqla oxusun. Görürsünüz ki, birinci səhvə, ikinci səhvənin dövrəsinə qab çəkiblər və qabında hər şeirin, zahirən bu kitab bir şeir olacaq, divan olacaqdır. Bu şeirin də hər birisinin bir ayrı qabla ayırıblar, misrələri də qab içinə salıblar. Osmanlı dövrəsində əlbəttə bu biraz fərqli olubdur. Bəlkə Osmanlı dövrü deyil, çox Səfəviyyə dövrünə bənzir. Buna görə ki, kitabın bu birinci başlanış yerdə Allahdan üstə o dediyimiz günbəzin üstündən çıxmır bir şey. Bu İranın, yəni bugünkü İran Səfəviyyə, Qacariyyə dövrünə bənzir. O cəhətdən. Gedək o birisi səhifələrə baxaq. O birisi səhifələrdə qablar nazikləşir, amma yenə də eyni vəziyyətdə davam edir. Kitabın ortasında bəzi yerdə görürük ki, o kitabı tikiblər, o ip ki ondan kitab tikilibdir, o görsənir. Bu kitab yazıblar 5 səhifədir. Calibdir. Yəni 5 səhifə olsa tutardı. Və bu 5 səhifə yəni 10 səhifəlik bir kitabdır. Bunu mən elə oxuyub tutarram. Gedək bir ayrı kitab da açaq, ona da bir baxaq, görək ki, o nədir. Bu da Xəvas-ı Sur-i Türki
adında bir kitabdır. Yenə qeydib buna baxarıq. Əvvəl o şeiri oxuyaq, görək ki, şeir nə idi? Atif Əfəndi. Ehtimalən ona görə divan yazmayıblar. Çünki bu Atif Əfəndi Əşari. Mən beləsi yazım. Görək bu Atif Əfəndi hangi zaman bu kitabı yazıbdır? Gedək biraz böyüdək bu səhifəni ki, eləyə bilək bunu yazılan. Oğli və Mevlana'dan, اولاد مولانa'dan. O evlad yəni deyək. اولاد Mevlana'dan Lütfi Ciddi Mollay Rum. Lütfi Ciddi Mollay Rum Həzrətlərinin Hülliye-i Mübarəkləri nəzm etmiş. Hülliye yəni evlatları. Nazimi kimdir? Nazim yəni kəsi o adam ki şeir deyiblər. Lütfi Çələbi. Pəs yazan kimdir? Atif yazmışlar. Nəcür bu Atif? Atif deyil, bu Lütfi Çələbidir. Atifi yaxçı yazmadıq. Lütfi Çələbi. Nəfsamülər xanəsi şeyxindir. Burada bir şey yazıbdı, amma onu düzün axtarsız oxuya bilmədim şeyi. Nə mənə? Lütfi Çələbi. Burada da 1150-ni də Əl-Rumi Ərlərmi 1150 də görsənir. Burada bir 1150 görsənir. Mifnamul Mülərri xanəsi şeyxlərindəndir. Şeyxlərindəndir. Bu bir dana hətmən bir zaviyədir ya bir şeyxlər olan yerdəndir, amma bunu oxuya bilmədim ki, nədir? Əl-Ərdələrmi. Bax, bu da o bilmədim. Burada bir dana da möhr görürük. Əl-Fəqir Əl-Hac Mustafa Siddi Zəfəran. Bu da elə min təmlikati Əl-Fəqir. Bu kitabı Hac Mustafa Sədiq Zəfəran ya zəfərançı olacaq, nə mənə olacaqdır. Deyir bu bunun şeylərindəndir. Burada da bir şeyler yazmış, oxunmaq olmur. Huvə. Burada da nöqtəzad qoymayıbdır. Bunları da oxuya bilməyəcəyik. Amma burada bir dana ayrı yenə də xətt yazıbdır. Yazıb ki 1183-cü il. Yəni hər hansısı olsa salur olan qarman ali, fərman ali də ola bilər. Süncə bir gün əfəndim. Bax, başlapmadım. Aşağıda bir yekə möhür vurublar. Əl-Müzəffər, yox, oxuya bilmədim. Bunu da oxuya bilmədim. Sonra da bir kitabxananın möhrüdür. Onu da oxuya bilmədik. Buradan bu şeirlərdən oxuyaq, görək ki, nələr çıxır, nələr çıxmır. Muntaha mən bir işıq yandırım ki, bu qəşəng görsənsin, çünki zahirən qaranlıq gəlir elə bir. Bismillahirrahmanirrahim. İbtida kərdən tevhid xuda. Buradan bəllidir ki, bu adam farsçı bir şeydir. Baxaq görək ki, əgər fars olsa bunu oxumayacağıq. Çünki elə şeirin adı o cür oldu. Həmd ol padişah-ı danaya, o xudavənd cahan araya ki bəni Adəmi mümtaz etdi, hüsn xəlq ilə sərəfraz etdi. Dedi şənində ləqəd kərrəmna. Fikir edirəm bu kitabı oxumuşuq öncədən. Həbbəza fəzl-u kərəm lütf və əta. Surət-u mə'nidə təkrim etdi, məzhər-i əhsən təqvim etdi. Qodi fərqində külahi izzət,
Həlbi-i behcəti qıldı xələt. Fikir edirəm bu kitabı oxumuşuq bir dəfə. Mənə bu kitabın çox yeri yəni tanış gəldi əslində. Vəç xubani edən hüsnülə mah etdirən aşıqa ah cankah pərtuv-i hüsnü təcəllasidir ləm'i nur dilarasidir nur pərvanəsidir müştaqan nuri pərvanəsidir müştaqan hüsnü dildadəsi oldu xasan lütfüdür lütfü dərbasına yox həddü kənar lütfü dəryasına yox həddü kənar künc ehsanına yox əddü şümar gənc olar onu mən günc oxudum orada gənc olacaqdı. Mən fikir edirəm bu kitabı oxumuşuq bir dəfə bir neçə gün bundan qabaq fikir edirəm ki oxumuşuq əgər baxsam yazılarıma bilmirəm yazmışam ya yox. Baxım tez görün ki bunu mən Hülliye-i Molla-i Rum. Bəli, bunu qabaqdan oxumuşuq. Həmandır ki, burada da gətirir. Bəli, həmandır. Bu gedək axirində də görüm o tarixi, o cür bir tarix var idi. Əcəba bu odur ya fərqlidir. Çünki onun axirində bir tarixdir. Adı da Hülliye-i Molla-i Rum 1100 və 1180 Mollanın Sədr-ü vala cühəra cud و ورا دلنun əbliyə daim mola nəzm ilə hülliye-i mevlanayı bəli düzdür nəzm ilə hülliye-i mevlanayı eylədim yad dəmi əbayi. Tamam, bu həman kitabdır. Pəs bunu buradan silaq, çünki bir dəfə oxumuşuq bunu. Əlbəttə necə ki açıqdır, bunu silmək olmur, amma gedək buradan silaq, çünki bunu bir dəfə oxumuşuq. Adın biraz dəyişiblər, qoyublar. O bizə çox fayda verməz. Amma bu kitab ki açmışıq, gedək ona bir baxaq. Görək bu kitab nədir? Lütfi tələbini biz orada qoyduğumuz üçün burada xəttimizi vuraq. Gedək bura görək. Bu kitaba baxaq. Görək bu kitab necə bir... Əlbəttə bunu da yazıblar 11 səhifə, yəni 22 səhifəlik bir kitabdır. Bugünkü kitabların hamısı üst-üstə belə görünür ki, çox özü də çox qərə-qürə yazılıbdır. Kitab bundan izafə kiçikləşmir ki, səhifədə yerləşsin. Eləyə bilək ki, şey olaq. Yazıb ki, Xəvas-ı Sur Türki qədim nüsxə xətt. Kitabın burada əlbəttə üstdə bir şey var, bu ingiliscədir. Nədir bilmirəm, harada saxlanır, onu da bilmirik. Buradan Surə-i Əraf, Qaləhu Teala, Həkim, Qaləhu Teala. Kitabın əvvəlcəyinə baxaq. Kitabın dövrələrinə baxsaq, çox qatlanıb. Neçə dəfə bunun səfəsi qatlanıb, açılıbdır, bəllidir. Kitabın qıraqları əzilibdir. Kitabın zahirən bu birinci səhifəsi deyil. Nədən isə burada 7-ci səhifəni qoyublar. 7 səhifə bunun əvvəlindən niyə qoymayıblar? Özü də orada görsəniz ki, səhifələr açılıbdır. Amma onların əksini salmayıblar. Niyə bu cür olubdur, bilmirəm. Amma bu, yəni səhifəyə baxanda görürük ki, bir neçə səhifə açılıbdır bu tərəfdə, səhifələrin ucuları görsənir. Burada da ki, bu səhifədə 7 yazıblar, yəni bu 7 səhifə bundan öncə var imiş. Hər səhifədə də 2 dənə
səhifə olduğu üçün PDF-in hər səhifəsində 2 dənə səhifə görsənir. Onun üçün 14-cü səhifədir yox. Yəni bunun 12 səhifəsi qabaqcan görsənmir. Kitab çox qərədir. Burada İrandır. Bu mütəəssifanə İranda ehtimalən bu kitabda bir şeylər yazılıbdır ki, istəməyiblər görünsün o bölümlər. Ona görə onların əksini salmayıblar. Burada görürük kitabın boyu 47 santimetrdir. 44 santimetr, çox üzr istəyirəm. Əlbəttə nə cürdür? Niyə bu 17-dən qoyublar 47-yə? Yəni İrandır da, belə görünür ki, İrandır. Bunlar hər şeyi qələt ediblər. 17-dən 47-yə 17 çıxsaq 44-ə, üzr istəyirəm. 44-ə gələr neçə? İndicə bura sadə şeyi mən hesablamadıq. 44-dən 17 çıxsaq kitab 27 səhifədir eni. Yəni hər səhifəsi 13 santimetr yarım olur. Burada görürsünüz ki, haşiyə yazılmışmış, haşiyəndə siliblər. Yəni rəsmən silinibdir. Kitab biraz çox qərəlibdir, içinə kamilən su keçibdir. Yəni diqqət eləsəz yazılar olan yerə elə bir ki, əmdən su tökülüb bu kitaba. Çünki o yazıları olan yerə tökülüb ta qırağa. Kitabın normalda, baxın, məsələn burada baxsaz, diqqət eləsəz, qıraqlarında su yoxdur. Yəni o qədər görsənmir. Amma burada əlbəttə var. Burada görürük ki, burada su da var qırağında. Bəli, kitabın mətni, yazı tərəfləri çox eybəcər olubdur. Kitabın rəngi qatışıbdır, amma oxumaq olar. Kitab çox su çəkibdir. O qədər su çəkib ki, yəni bəzən bəllidir, çox bəllidir. Nədən isə bu metri də elə oradan götürmüşlər, tüm səhifələrdə qoyublar. Kitabın burada görürük ki, şirazəsi də zədələnibdir. Və gəldik səhifənin sonuna. Görürsünüz ki, burada da qutarmır kitab zahirən. Buradan bu üzrə də gərək bir neçə səhifə qalsın, amma qalmayıb. Qeydaq əvvəldən görək bu kitabdan bir şey oxuya bilirik, yox. Görürsünüz, cümlə naqis başlanır. Nə bismillah. Dedik da, yəni 12 səhifəsi bunun yoxdur. Ruzgari kar ilə ketmiya. Sure-i Əraf. İndi burada Sure-i Ərafdan başlayır. Buracan hangi surələrdən danışıb, nə danışıb? Əlif, lam, zad. Bu ərbab-ı hikəm və indi bu nə mənə oxunaq? Dilmür. Dilmür ya bilmür. Nə cür olacaq bu? Əlif, lam, zad. Bu ərbab-ı hikəm bilmür. Dilmür. Belə bir şeydir. Qaziyə mücərrəbdür. Əlbəttə, bəzi hərflərin səsin qoyubdur. Tamam səsləri ehtimalən qoymuşmuş, amma bu su onları aradan aparıbdır. Yenə də orada burada görsənir. Ərbab-ı hikəm dilmür. Qaziyə mücərrəbdür. Hər kim ləfzi əlif, lam, sad. Orada mən zad oxudum, amma burada sad yazıbdır. Bilmirəm, mən də Əraf surəsinə əgər baxsaq, orada bunun düzü nədir, onu da görərik. Bir yar kağız, bir parə kağız yazıb yüzün qısı altında. Yüzük qaşı altında. Yüzük qaşı altında qoysa yüzüki barmağına geysə Haqqi Teala tövfiq rəfiq edib və
vəsiyyətin vəsiyyətin خوب edə və sirətin ehtimalı və sirətin خوب edə və xalqin məsalihi anun əlində betə. قوله تعالی ولقد مکناکم فی الارض و جعلنا لکم فیها معایش falanı ehtimalən qərəliyibdir. Yəni ehtimalən bu fəla deyil. Qəlilən bəlkə də elə fəladır, bilmirəm, amma fəla qəlilən ma təşkurun. Burada qurtulur Həkim. Həkim nə? Eydər. Hər kim bu ayəti cümə günü namazdan çəkər bir parə kağız çıxar, ehtimalən açkar namazdan. Burada tənvin qoyubdur, bilmirəm, əlif də tənvindən də yox. Digər bir parə kağız kəndü adın həman, kəndi adını və anası adını belə yerbəsə. Nə mənə yerbəsə? Yerbəsə. Yazsa olacaqdı hətmən. Yazsa. Yəni pəs edər hər kim bu ayəti cümə günü namazdan çıxə bir parə kağız kəndi adını və anası adını bilə yazıbsə Haqqı Teala ani nəhayəti xursəndən agah. Ana çox nemət verə, غنی eyləyə. Haqqı Teala bi nəhayət, abi deyil, o Teala'nın ayədi. Haqqı Teala bi nəhayət xəzinəsindən ana çox nemət verə, غنی eyləyə. Quluhu Teala qalə fəbima əğvəytəni لأقعدن لهم صراطك المستقيم ثم لا يتحمم من بين أيديهم ومن خلفهم وعن أيمانهم وعن شمائلهم یا سمائلهم ولا گذر əksəruhum. Çoxu oxunmur, yəni təəssüflə şadiz. Qalə əhrəcə lima məsmumən mədhuran oxunmur və minhum la cəhənnəmə minkum əcməin. Həkim edər ki, bir kişi diləsə kim mərcuən və ya bir talimin və ya xarab etmək qıla və ya bir zalimin evin xarab etmək qıla əzinə oxuya bilmirəm. Bu kitab çox şey görübdür. Bəzi yerlər əslən mən oxuya bilmirəm. Əlbəttə fürsət ilə, hövsələ ilə adam oxusa, müraciə eləsə Quranın ayəsinə zadına onu tapar. Adinə ertəsi gün. Yəni cumanın, yəni şənbə olur bizdə. Adinə, azinə ertəsi gün təmərdən okudi tağa çıxa. Təmərdən okudini
oxuduğunu tağa çıxa açaqdan 3 yıraq ala və bu ayəti yerə və onun bir hala çox şeydir, yəni oxunması zordur. Qoluhu Taala bunu qəşəng qalıbdır. Həkim Allah hər kim dili ki tövbə eləyə və haqqı Taala taəti yerinə gətirə ay yekində bir-iki güklük gebə iki rükət namaz qılat şükür eləyə və bir cam üzərinə bu ayəti Yasəmən yağı ilə yazıb və qala belə söylə. Tamam. Bu kitab zahirən duazat yazmaqdır, o haqdadır. Onun üçün bundan da geçək qırağa, gedək bir ayrı kitab açaq, görək ki, oradan nə çıxır. Yəni, bu kitabın da əlbəttə baxarıq, görək adı nədir, buna da bir işarə eləyək. Gedək o birisi kitab görək ki, Xavas-ı Sur Türki qədim nüsxə xətti. Hər halda onu oxuya bilmədik. Burada bir dənə indi kitab görürük, yazıb ki, Princeton University Library. Bu kitab Əhkam-ı İmperator B. Kürt ya Kərt. Amerikada zahirən bu kitab Princeton University Danışgah Princeton'da Collection of Petitions and Imperial Edicts pertaining to Catterish. Hər halda no known copyright. Copyright yoxdur. Princeton University Library reasonably believes that the item is not restricted by copyright or related rights, but a conclusive determination could not be made. Hər halda təsmin tuta bilməyiblər ki, bu kitab şey olacaqdır, nə copyrighti var, yoxdur. Danışgah belə təsmin tuta bilməyibdir. Collection of petitions and imperial edicts pertaining to Carrot. 10 leaves. 10 səhifəlik bir kitabdır zahirən. Paper. Boyu da budur, eni də budur. Bound to, o da milimetrində yazıbdır. Physical, nəminə, bunlar da yazıb ki, 19 sətir var hər səhifədə. Çox cəlib müşəxəsatın burada yazıblar. Gedək kitaba baxaq. Görək ki, bu kitabdan bir şey oxuya bilirik ya yox. Kitabı qıssaldırıq ki, səhifəyə yerləşsin. Biz bunu görə bilək. Bu kitabın bir cildin aşmayıblar, cildin tutublar. Qərə tərəfin ki, burada görürük. Bu şirazəsidir. Bu abı kitabın cildidir. Qıraqlarına baxsaq görürük ki, biraz işlənibdir, pis deyil. İçini açıblar, sarı cildi vardı. O birisi səhifələrində bir-ikisi sarıdır, sonra ağ. Əlbəttə, burada da aşağıda bir yazı ingiliscə görürük və burada görürük ki, səhifənin ortasında və qırağa yaxın, ortaya yaxın, yəni bir mətni yazıblar, 3 tərəfi kitabın kamilən boşdur ki, nəzər yazılsın. Yenə də onun qarşısında heç bunun dövrəsinə də bir şey qoymayıblar. Cəlibdir ki, bu xəttin oxumağı biraz mənə zor aparacaq. Əgər oxusam da oxuya bilərəm əlbəttə. Amma zor aparacaq, çünki biraz məsələn çox gözəl yazılıbdır. Umaram ki, eləyə biləm oxuyayım. Burada görürsünüz ki, sətirlərə baxırıq. Sətirlər bir-birinə çox yaxın, kəlmələr də bir-birinə pis deyil, yəni yaxşı yazılıbdır. Nəzərimə gəlir, burada sətirin sayı çoxaldı, burada da çoxaldı. Yazmış 19, amma əlbəttə adam saya bilər ki, görsün neçədir. Amma cəlibdir, burada səhifə 26-dır. Baxın, mən burada 26-nı görürəm. 22, 26,
32. Nə cür olur burada? Bunları mən bilmirəm ki, niyə beləsi adladı. Normalda Avropalıların belə işləri yoxdur. Mən burada görürəm, amma burada atlamağı görürəm. 64, məsələn bu 60, 66-dır, 60 neçədir burada görürəm. 50. Deyəxən orada qələt idi, burada 50, burada 50. Bəlkə 5B. Ehtimalən bunlar bu şəkildədir. Yəni gedək budası bu 1B 2A BA gəlibdir. Niyə səfərini məsələn 2B 3A 3B 4A pəs A-dırlar. Ədəd deyil. Mən onu ədəd oxurdum. 4B. Səfənin bir yüzü A, bir yüzü B. Ona görə beləsi tutubdur. B-dən başlayıb kitab. 7A, 7B. Bəzi yerdə görürük, bəzi şeyləri qırmızı yazıblar. Bunları oxuyarıq, görürük ki, nə üçündür. Eləyə bilsək, oxuya bilsək. Zahirən kitab qutardı. Yəni, burada yazıb 25 səhifədə kitabın mətni qutarır. Bu 2, 3, 4 səhifədə, 3 səhifə əvvəldə, 3 səhifə axırda görürsünüz ki, kitabı bağladı. Qeydaq, indi biz buradan sürətlə gedək əvvəldə eləyə bilək ki, bu kitabı görək, oxuya bilirik, yox. Kitabın Bismillahzadı yoxdur. Əcəba burada nə olubdur, niyə yoxdur bu kitabda? Bu özü bir məsələdir. Getdik axirə. Bu birinci səhifədə CO 723 Tide Service Swiss New Access Ions. Bu bir şeydir ki, mən oxuya bilmirəm. Bu nədir? Oxuya bilmədim. Gedək buradan. Bu əslində kitabın açandan sonra bir səfənin sağ tərəfi, əvvəl bu tərəfidir, sonra dallı tərəfi. Bu tərəfi A-dir, bu tərəfi B-dir. Ona görə ikinci səhifədə gedirik, görürük ki, bura B, 1B. Yəni, səfənin ikinci tərəfidir. Bu səfəni ki, belə tutmuşuq, bura 1-dir. Açanda bu tərəfi kağızın, burası olur 2. Bu 1, 2. Yəni, hər vərəqin 2 üzü var. Bir əvvəl üzü sağ tərəfdən gedəndə olur A, içəri üzü olur B. O birisi tərəfinki də A olur, yenə B. O cürsün. İndi burada bu A üzünə rast gəlmişik, B üzünə rast gəlmişik. Görək ki, nə edibdir. 1100'lər 3 sənə sizə afvi kəffariz əhli müqəvvi küffariz əhli İslam bozub şənlik üçün gələn fərman ali sədriyyətdir ya sudur etdir ehtimalən. Sudur dediklər, bir də sədriyyətdir. 1100'lər 3. Yəni bu belə nəzərə gələn ki, 1103 sənə ehtimalən belə bir şey olacaqdır. Bu bir dənə dəsturdur gəlibdir. Əslində bu kitab deyil. Bu bir dəsturdur, imperator tərəfindən Kertə gedibdir. İndi bu Kert haradır? Bunu baxacağıq. Deyək ki, burada yazıb Əhkam-ı İmperator B. Kert. Beləsi yazıb, amma görək ki, əcəba bu türkcədir, farscadır, onu bir əvvəl tapacağıq. Burada feylən əvvəl ilin o yazaq, yazıb 1100'lər 3 sənə. 1103-cü sənə deyək hələ. Burada bir müqəvvi küffariz əhl-i İslam bozub şənlik üçün gələn fərman ali sədriyyətdir. Belə bir şeydir. Ya beləsi oxuram mən, hala görək nə olur. Dəstur-i mükərrəm və müfəttəh
و şəmi müfəxxəm və möhtərəm nizamül aləm. Əgər eləyə bilsək bunu oxuyaq. Bu özü çox mühümdür. Bu kitabı oxumaq, əgər bunu oxuya bilsək, eləyə bilərik ki, Osmanlı arşivindən bir şeylər oxuyaq. Dəstur mükərrəm və müfəttəh və bəşir müfəxxəm və möhtərəm nizam aləm قدیر امور الجمهور بالفکر الثاقب متمم مهام الآنام بالرأی صائب ممهدی بنیان الدولة والإقبال المشید امکان السعادة والأجلال المحفوفی. Buracan hələ ərəbcədir, biraz da oxuya bilmişik. Çox da qələt oxumamışam nəzərimə. Amma burada bir kəlməyə yetişirəm ki, gedibdir, kamil görmürəm ki, nə olacaqdır. Əvatifil məlikil ə'la sabiqən və vəzir əzəm olub. Buradan bəllidir türkdür. O üstdən nə idi, orada qaldı, oradan bu yüzə ehtimalən. Əvatifil məlikil ə'la sabiqən vəzir əzəm olub. Hala haniye muhafizi. Hala haniye muhafizi iki gözlüdür. Bir dana iyalətdir. Mən burada yazım haniye muhafizi. Yəni məsələn ustandar olan vəzirim Nü'man Paşa kimə yazıbdır? Nü'man Paşaya. Özə vəzir. Deyir ki, vəzirim Nü'man Paşa. Tamam. Paşa devam Allah Teala iclaləhu və qudvətəl qəzayat vəl-hukkam ma'dənil fəzli vəl-kəlam. ehtimalən mədənil fəzli olacaqdır, nöqtəsi düşübdür. Əzl olmaz. Vəl kəlam Mevlana kim? Həman Haniyə qazisi, Mevlana Haniyə qazisi, görək bu nə mənədir? Mevlana Haniyə qazisi. Qazisi زند فضلی توقیعی رفیع محل بون مولانا هانیه قاضیسی زندی فضلی ehtimalın adı Zənd Fəzli. Ehtimal verirəm. Zənd Fəzli. Mən burada bir şey oxuram, amma toqi oxuna bilir. Bilmirəm. Toqi rəfi muhabun vasil olacaq. Humayun توقیع رفیع Humayun واصل olacaq məlum ola ki birindən əqdəm dövlət illiyə əbəd peyvənd əla müstəvi çari bulənd sülh-ü səlah və واقع olmuşkən sülh-ü səlah vaqe olmuşkən bəhari zəlalət. Burada bir kəlmə yazılıbdır, qatışıbdır rəngi. Məsələn, şəbardır, nədir, belə bir şey olacaqdır. Bəhari zəlalət nəqzi əhd edib küruhi məkruhi
güruhi məkruhi olan küffar دوزخ قرار ایلی musafat məmalik məhrusəmdə olan bəzi məhəllərə və təərrüz və istila qəsdində olduğu mütəəyyin olduqda rəf asari məzərrət, bu kitab buradan götürür, məzərrəti cism və uruqi müfsid tirhak və dəsturi müfsid tərhiq, ehtimalən burada beləsi oxunacaq, baş tapmıram nədir? Cism və uruqi müfsid tərhiq ya təriḥək və dəsturi əkrəm müşir افخم نظام العالم ناظمی منظم الامم وزیر اعظم و سردار اکرم محمد پاشا ادام الله تعالی اجلاله وظایف اقتداءات وظایف استاد عموما جراف نمونال وظایف احتداد یا استداتی عموما روم الی و اناتولی و ایالتی سایره ده اولان اساکری نصرت معاصر ایلی مستثنا بائگه تعالی به الله تعالی مستعنن بالله تعالی کفری مزبوره üzerine عطفی اینان عزیمت و قطع منازل و طی مراحل ederek işbü sal فرخنده cemadiül آخرینün ikinci nispet gün vilayeti Bəxtan hududi. Burada bazı kəlmələr gediblər. Çox təəssüflə oxumalıdır, amma elə bir ki, ya silinibdir, ya məsələn bir cür yazılıbdır ki, elə bir məsələn şey olubdur. Hududi nə mənə vaqe ehtimalə hətta silinib məsələn, yəni üstünə xətt çəkiblər, beləsi deyim. Vaqe nəhrü bürüə sahili, bu da bir çay adıdır. Nəhrü bürüvə sahili məzərrət ərsam olduğu əsnada kəfəri mezburənün tabur məghuri və dəxi nəhr mezburun qarşı bəqasində bulunacaqlı əsakir İslamın uburi üçün cəsr inşasına mübaşirət olunan 3 qət'ə çeri nə olar bilər? Qət'ə çeriyə qət'i deməzlər. Bəlkə bölük kimi, nə bilim. Çəpərləri, 3 qət'ə çəpərləri emaldə 120 səbəb cihadi üçün müstədəd üçün göndərilam Şərmət oğludur. Şərmət oğludur.
güruhi eli müesker zafer bi kerem tarafından bey'at ve irsal بعثت و ارسال olunan cenai ecfa doğa akıp ve kalplerinde şücaati muhammer olanların bülendinde naire-i harb ve gemal ittişal ya burada gemal yazıptı. Gemayi iştigal bulup بعون الله تعالى الملك العلام اعدای گام mütezelzil olmalarıyla niteleri xayyanki feta gene burada kalem değişildi. پنجه زفرکردار و اکثری طعمه شیر شمشیر آبدار مجاهدین nüsret şuar olup بقیت suyuf olanlar tersan و لرزان ve habis و خسران ili tabur mekhurlerine gerbendan ölmeleri küfrünü mezbur ili vakı olan cenk ve cedalın cümlesine simfet ve zafer bercihti elam ve İslam üzerine vezan ve küffar haksar magrun khuzlan ve edbar okunur. Yani biraz diyeyim ki doğrusunu desem ben intizarım vardı ki okunmasın ya okuyabilmeyeyim ama nəzərimə gəlir ki biraz vaxt qoyulsa bu kitap okunabilir. Zahiren bir davaştı, bir savaştı. O savaşın guzarişidir. Yazıplar. Burada bir şey yazıptı. Olunup verilmeye faige elhamdülillah vel minne zamanı seltenede ve agrani خلافtimde bu sal فرخنده falide واقع olan غرای غزاوفت فیروزنده işaret e'lanili kılıp müminine ve müreffehi müvehhidine mügerrer serveril avu emanetçe biraz çetindi her halda. Burada bir kırmızı yine bir şey yazıp onun göre haniye ahalisi zulmüden aciz olup haniyede vali olan Şeyh oğlu Ahmet Paşa'yı mahzer eyledikleri surette buradan bu cüzesi okunmur. Təəssüflə əlbəttə okunar dedim. Bunu gərək biraz bəlkə kiçiklətsək oxuna biraz. Görüm yox, görsənmir. Yəni çox yeri görsənmir ona görə.
dostlar da baxsınlar, görərlər ki, məndə çox günah yoxdur. Yəni mən qəbul edirəm ki, savadım azdır. Bu xətti də bəzən oxuya bilmirəm, amma vaqiət budur ki, biraz da bu xətt çox köhnəlibdir, silinib çox yeri. Bu bir guzarişdir, amma kaş eləyə biləydik oxuyaq. Mən göylüm istərdim ki, bu guzarişi Qəndiyə əhalisi bir hazır edib Xaniye muhafizəsinə məmur olan qapıdan Əlhacı Muhammed Paşai istədikləri məhzər surətidir. Bunlar da məhzər surətidir hər an. Ali Osman əhli kitap bu cəlib bir şeydir. Zahirən idari bir guzarişdir. Yəni neçə dana belə guzarişlər gəlib dalbadal, onları yazıblar. Bəllidir ki, məsələn, millət bir şəhrin ya qəsəbənin əhalisi onlardan narazı imişlər. Əlbəttə burada gəldik bir yerə yetişdik ki, tarix də qoyubdu. Həsin olmağı mərifət şər-i şərifi və cümlə mərifətləri vaxtı ehtaca idxar üçün mühimmatçiyəxanə və توبخانه سرداشت احتیاج ایله تعمیر و استحکام محتاج امکنسی محضر محترم دفتر olunub tərəfi dövlətmədar aliyə göndərilməyə qəl'ə dərunin sərhəd nişin və mütəhəssin olan rical və nisvan və səbyan Mühəmmədə mərhəmət buyurdur. Binalilə vaqi hal həssiyə qə'dül misal ya fikhul misal dur. Deryای نوال ترابینه عرض محضر olundu. باقی امر فرمان درگاهی مرحمت پناهگذر حرفی اواسطی şəvvali Kərəm 1143-də yazılıbdır. Bu guzariş ki, dövlətə verilən bir guzarişdir. Neçə yerdən bunu da o kərt hardan çıxdı, nədir onu bilmədim, amma ya da nədir mənası onu bilmədim. Bu da buradan, yəni bu günləri feylən kitablar həm kiçikdir, həm də oxuya bilmədik. Buradan üçüncü kitaba baxmışıq, olmayıbdır. Gedək dördüncünə açaq, görək ki, əcəba burada bir şey tapa bilirik. Bu kitab 54 səhifə yazıblar, yəni 108 səhifəlik bir kitab olacaq. Yenə bunu kiçildək, görək ki, bunun bu da İran məclisində İran Şura, İslami Şura məclisdə deyir ki, saxlanılan bir kitabdır. Kitabın boyu 12 santimetrdir. Enin də görək nə qədərdir. Enin qoymayıbdır, görək nə qədərdir. Kitabın adı, kitaba bir beləsi baxaq. Bəllidir, kitab cırılıbdır ortası, yəni burada bir kağızla yapışdırıblar, sirişumla. Bazirəsi olubdur, 441-36 nömrəli bir kitabdır. Kitabxanə Məclis Şurayı Milli. Burada bunu bir çevirək, görək ki, tamam. Kitabxanə Məclis Şurayı Milli şumarə səbti 87-062 şumarəsi səbt olubdur. Kitab Cəngi Nəzm və Nəsr Cüngi olacaqdır. Cüngi Nəzm və Nəsr ərəbi və türki. Müəllifin yoxdur, mövzusunu yazmayıbdır, çünki şeiridir. Bəzi əlbəttə şeir deyil, deyir ki, Nəzm və Nəsrdir, hər ikisindən var bunun içində. Mövzu burada da yazıbdır 14-200, o da şumarıdır. بعضی از صفحات به خط گویندگان
və nevisəndəqan. Beləsi bir şey burada da yazıb ki, bəzi səhifələr deyənlərin və yazanların xətti iləndir. Burada da bir şey yazıb, əgər onu da oxuya bilsək. Fehrist və həvasi az Sədrül Əfazil. Sədrül Əfazil hərçəşdi, bu da bu kitaba bir həvaşizat yazıbdır. Burada da görürük bir şey yazıblar. Cünci است به خطی füzela sahih və mütəbərdür. Müsəllimat, nəzm və nəsr, füsəha və buləğa. Buradan oxuya bildik. Bir dənə kəlməni əlbəttə oxuya bilmədim ki, müsəlləmat ehtimalən olacaqdır. Burada da dəndəli şeyini yazıbdır. Adını da burada qoyubdur, Həmd nəmənə. Bu yazını, yəni o yazıbdır. Kitabımızı qeytiraq əsli halına ki, eləyə bilək, davam eləyək, görək ki, mütəəssifanə dediyim kimi tamam kitablarda biz görürük ki, İranda bazirəsi vardı və buna görə də ki, kitabı mütəəssifanə görürsünüz, burada kitabın PDF-in üstünə məclisin armını salıblar, sonra gediblər onun üstünə saxlayıblar. Buradan da görsənir. Hər halda kitabın eni azdır, boyu çox uzundur. Bunu buradan görürük. Əlyazma kitabdır. O birisilər də əlbəttə əlyazma idi. Buradan 3 dənə balaca kitablara ki, baxmışıq. Onlar da əlyazma idilər. Tamam, buradan burada bir Tazaşdan bir ayrı mühür görürük ki, Məclis Şurayı Milli təsisini də qoyublar. Ora ki, yenə bu da iştibahdır. Bunları qeydər qədər oxuya bilsək, zorumuz satsa oxuyarıq. Birinci, ikinci səhifələri görürük cildidən sonra. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Vəssalatu vəssalamu alə xeyri xəlqihi Muhammedin və alihi tahirin. Buradan beləsi başlanır. Çoxlu, elə bir şey səfələrin fehristidir, beləsi bir şey. Bunu mən nədir, nə deyil bilmirəm. Dava dərmana bənzir zahirən. Türkiyə. Bunlar dava dərmana bənzir ta şeirə, amma demişdi şeir və burada şeir var, bəli, burada şeir var. Buradan dava dərman idi, burada şeir görsənir ki, dedi ərəbcə və türkcə. Burada nəsridir, yəni düz yazıdır. İnşa əcəlli kəmal, burada da sultanım nəmənə, burada bunları yazıblar. Bu xəttlərə diqqət eləsəz, o xətt, bu iki səfənin xətti ilə bu iki səfənin xətti yer ilə göycən fərqləri var. Mən bunu rahat oxuram, nəzərimə gəlir. Bunu oxumaq da, əlbəttə bunu da rahat oxumaq olar, yəni çox çətin deyil. Hər halda kitabın baxsaz bu tərəfində, yəni bu tərəfdə baxsaz səfələrə, bir dünya səfə var orada ki, boşdur. Əgər üstünə baxsaz, yəni bu səfənin üstünə sağ başdan başına baxsaz, 234-cü səhifənin şumarəsi vurulub. Yəni buradan bu kitabdan 234 səhifə niyə yoxdur bilinmir. Yəni biz burada neçə səhifə gəlmişik? 1, 2, 3, 4, 5, 6... Gedirik qabağa, bağışlayın, mən qabağa gedirəm, ərzin ki, dalıya qeydəm. Bu kitabın əvvəlidir, yəni belə görsən ki, burası kitabın əvvəlidir. Amma baxın, bu bir səfə, bu iki səfə, üçüncü səfədən mətləb başlanır. Burada birinci səhifə, əcəba bu məsələn, yox, beləsi deyil, yəni deyək ki, doğrudur, yəni burada getdi 230-cu səhifəyə. İlla ki, deyək, bu səhifə nömrəsi deyil, bu bir şeydir, ayrı bir şeydir. Amma görək ki, bu birisi səhifədə nə cür gəlibdir? 230, burada, tamam, 230. Burada 231, 232. Olmaz ki, deyək, 233, 234. Olmaz ki, deyək, burada səhifə. Və burada kitabın səhifələrinə də baxın, görürsünüz, bir dünya səhifə var buradan bu üzə. Yəni, bir dünya səhifələri sansur eləyiblər. Biz bunu da burada görürük. 235. Yoxdur, bu 235 səhifə qalıb dalda.
236 idi. Yaxşı ki, məsələn, bu heç olmasa, əgər şeyə bölsək, 115 səhifə gərək ola. Heç olmasa, buradan bu yüzə gərək, buradanki gəlmişik, 115 səhifə ola. Bəllidir ki, bunun bir çoxların bunların zərərlərini olduğu üçün kitabı şey eləməyiblər. Bu kitab da dediyim kimi biraz 248'e getdi. 237, 39, 40, 2 gedir indi. Ədədlər 2 gedir. Yəni hər səfənin özünə nömrə qoyur burada. 240 neçə? 43 245 246, 247. İndi burada səfələr bir-bir gedir. Bu da bir şeydir, yəni təsvini tuta bilmirlər ki, 250, 251. Burada hər iki səhifəyə bir dana qoyur. Orada kitab şeirdir, dava dərmandır nəzərə gələn və nəsrdir. Əlan burada bir nəsrə yetişdik. Burada vuruq deyir, bu kitab, burada tarixi görürük, deyir ki, Vəssalam ələ mən ittəbə'əl huda, təhrir yazıb əvail mahi Ramazan min şuhuri 1048-ci ildə bunu yazıbdı. Yəni 400 il bundan qabaq. 400 ildən 388 il məsələn. Bənu Səhra-i Bəğdad. Bu da imzası oranda vurub ki, Bənu Səhra-i Bəğdad haza nav'un min enva'il bədii yusemma el-təlmih və rübbəma semmu el-təlmih həkmi ənə Əbul Ələ hukiyə ən Əbul Ələ Əbul Ələdan deyir ki, hekayət olundu bu. Əlbəttə burasını ərəbcə yazmışdı, amma ehtimalən kitab özü türkcədir. Yəni bu qismət ki yazılıb bunu deyirəm. Çünki bundan əqdəm astani səadətli əşyamız ilkin ilə göründür. Salədə məqsudi səlsal gətirir. Belə bir şey, yəni türkcədir burası. Bu birisi səhifəyə gəldik. Bu da yenə türkcədir. Bir tədbirim və müstəşar və müşirim. Bura oxumalı bir şeydir. Görüm eləyə bilsəm bunun səhifəsini yazım. 34 hələ bunu yazım. Burada beləcə görüm ki, nə görürəm. 34-cü səhifəni bəlkə oxuya bilərik. Gəlirik burada. Bu birisi səhifədə haza ixtilacat əzai bəyanıdır. Əza bəyanıdır. Ən əqvali xəmsə vəllahu ələm. Əgər başın pərsi və sərsə Cəfər Sadiq edər, şərəf və göcək zikrə dilülür və Danyal edər. Danyal Peyğəmbər Cəfər, valla Cəfər Sadiqə elə yazıb ki, elə bir öz uşağıdır. Danyalı da elə yazıb ki, elə bir öz uşağıdır. Məsələn, kiçik uşağı ilə danışır. Hər halda yazıbdır. Burada yenə də zahirən hər kəs özü bir gəlib bir şey yazıb. Məsələn, burada xətlər çox fərqli xətlər görürük. Burada xətt yenə dəyişdi. Bir ayrı adam yazdı. Neçə nəfər bu kitabı yazıblar və hərəsi, məsələn, bu ərəbcə şeir yazıbdı. Çox gözəl xəttinə yazıb insafən. Hərə öz xətti ilə yazdığı üçün çox fərqli bir kitabdır bu. Elə ona görə də adını qoyublar Cüng. Bilmirəm, Cüng sözü nə deməkdir? Kitabın burada cırılıqlarını göstərir ki, cırılıbdır və səfəsi də beləsi ayrılıbdır, qalıbdır. Bu neçə səfə ki, cırıqdır, beləsi qoyubdur və qutardı. Bəllidir, bu kitab çox şey olubdur, dostlar.
çox sansür olubdu. Çox heyf olsun, İran dövləti, İran orada olan insanlar elmi baxmırlar heç də. Əl-Məcmuətul Haviyyə. Kitabın adı Əl-Məcmuətul Haviyyə. Əl-Mecmu'atul Haviyyə. Tamam, kitabın adı budur. Fi əş'aril. İndi görək nə yazıb, bunu biraz çoxaldaq. Fi əş'aril fəsihəti vəl kələmatil bəliğiyyə vəl fəvaidil muğtənəmə vəl hikayatil məlihəti bil ərəbiyyəti və türkiyyəti kulluha bi xəttil füzəla. Külli kitab xətti füzəla ilə. Hətmən hər qismətdə özü, hər bölümün özün bir nəfər yazıbdır. O öz xətti ilə yazıb. Heç ehtimalın öz adın, öz şeyini də yazıbdır. Tarixini də qoyubdur. Ona görə deyir ki, füzəla. Çünki oradan bilinir ki, bunlar kimlər yazıblar. İndi görək burada nələr yazıbdır. Əgər eləyə bilsək, bunu kəldib oxuya bilsək, yaxşı olar. به خط محمودی قاضی مصطفی در این مجموعه تاریخی دیده شد 1065. 1065'te bu adam Mahmud Herkesli, Gazi Mustafa. Bu Mahmud ibn Gazi Mustafa Herkesli mesela bu tarixdə bu kitabda bir şey yazıbdır. Elə bir ki bu kitab belə nəzərə gəlir ki, bu kitab bir yerdə qoyulmuşmuş. Hər kəs gedirmiş, orada bir xatirə yazılmış, bir şey yazılmış. Belə nəzərə gəldi. İndi bilmirəm, yəni belə bir yer o zaman var imiş məsələn. Məsələn deyirəm, indi Atatürk'ün qəbrinə gedənlər, orada bir kağız qoyulur, bir dəftər qoyulur. Hər kəsin orada gedir bir cümlələri yazır. Az, çox, böyük, kiçik. Ehtimalən belə bir yer var imiş. Bu harada, orada bilmirəm ki. Ələn bu kitab düzdür, İran adlanan yerdə saxlanılır. Amma əcəba orada olubdu bu hadisə, yoxsa bir ayrı yerdə olubdu? Çünki bu kitabın ən azından 400 il ömrü var. Yəni bu möhürlərə baxanda, bu yazılara baxanda 400 il. Məsələn bu biridir. به خط محمود قاضی مصطفی در این مجموعه نمونه دیده شد تاریخی دیده شد تاریخی de budur قصیده سمزیه بوصبری یا بوسری tamam divanı mecmui nemenede burada oradan götürübdür tahmini numudend. Yani tahmindir, ehtimalen vururlar ki burada bir şey olsun. Bu adamdan olsun. Bu ikinci kitap. Üçüncü yazan kim imiş? Surug. Qabl az naql tahmin qaside hamziye ya hamziye fehristi ba ta'yin ala'i safahat alamet ehtimal olunca ala'i safahat zikr şude. Burada da bir nəfər də bundan gəlibdir. Bu haqda yəni oxuyub bunları yazıb ki, filan səfədə də belə bir şey olubdur. در آخر آن فهرستی یکی مکتوب احتمالاً میکوب ساله فضل و کمالی که در آن مجموعه از آنها 120 نفر است. Burada da hər nəmənədi deyir ki, burada 120 nəfər bu kitabda adam məsələn şey yazıbdır. Və az füzəlai Türki 22 nəfər. Türkü füzəladan da 22 nəfər bu kitabda yazı yazıblar. در آخر آن فهرست می کند احتمالاً bir شمار فلان فضلا و کمالی که در آن مجموعه از آنها ذکری شده است 120 nəfər. Aşağıda da 120 yazıbdır است. 120 nəfər. Deyir ki, az füzəlay Türki 22 nəfər. Pəs 142 nəfərin deyir burada yazısı gərək ola. از رسائلی که در این مجموعه مندرج است شرح قصیده لامیه العجم است از میری
از دمیری و تهافه زیرا زهر الربیع muhtasar tuhfetül edeb. Bu da oradadır. Tabaslaşdan burada bir şey yazayım. Oraq 181. Baxın burada vərəq hətta deyək. Pəs vərəq 181 və 182. Yəni deyək ki, vərəq 181 ya 182 vərəqi varmış bu kitabın. Yəni burada bir iş görək ki, 181 zərb edəri çalsaq bunu 2-yə, onlar 362 səhifəlik bir kitabdır. Qəsidə Daliye به خط منشی دیده شد. Münşi də ehtimalən bir dənə məşhur adamdır. Onun xətti ilə deyir. Bu da göründü ki, bunun içində bir yazı var. Bu kitab yəni bir neçə cəhətdən çox mühüm bir kitab ola bilər. Amma təəssüflə ki 22 yazarlar 22 nəfər türkdür. 120 nəfər kollən burada yazı yazıbdır. Yüz dedi ki biz burada hesabladıq, dedik ki neçə 181 vərəqi var ki bunu biz 2-yə çarpdıq, oldu 362 vərəq gərək olsun. Amma təəssüflə burada görsənən ən çox 104 vərəq var. 108 vərəq var, qalanı yoxdur. Bismillahirrahmanirrahimdən sonra gəlir burada baxaq görək acaba türkcəsi var, bura ərəbcədir. Burada nə var? Burada ərəbcədir. Bu 2 səhifə ərəbcədir. Görək burada səfhi məcun nuşdar. Bəli, bunlar davadır, yazıblar. Səffətü əyaric fiqra Türkiyə qanun kitabından nəql olundu. İbn Sina'nın kitabından bu davanı burada nəql edibdir. Yedik və nəticə verib və yücib səviyyə tammədir. Həman məə mafaid filan. Hər halda burasının bu cür bir şeylər yazıbdır. Səfi məcun nuşdaru və nuşdaru dəvayı hindi və bunlar hələ şeydirlər də, yəni gedir müxtəlif bir şeylərə mən oxuya bilmirəm. Bu səhifədən keçək, bu birisi səhifəyə baxanda burada və izən macun al-Guniya Ar-Rumi At-Tarsusi Nəqlun min Kitab-ül Qanun. Yenə də Əbu Əli Sina kitabından bir dava burada şey edir. Əsəl mənzu'ul rəğvəti bi qədril kifayəti və şərəbəhu miqdaril hamsə bimain fatir la. Bunlar da ki ərəbcədir. Bu qismətdə ərəbcədir. Burada gördüyümüz kimi davalar və şeydir ki İbn Sina yenə burada yazıbdır ki nusxətun nafiə inşaallah ilə fillah ya inşallah bu fiilin üstüne xətt çəkibdir. Teala ta'rufu bi ismi bi semeketi tuk as-sagangur nə mənədir? Ən-Rəis Ali ibn Sina və hiyə tənfəu minəs-sığra vəl-qəm vəl-təqubul ba. Nə mənədir bilmirəm. Bunlar davalardır ki oradan buradan yazıblar. Hərə gələn burada bir şeylər götürüb yazıbdır. Məcun maddətül fərc. Bu da nədir? Nə üçündür? Bir məcmu əczayı səhəq möhkəm edib əsəllə cüzvi qəvam verib sonra xəlt edib sair əczadə müqəddəm əfyuni su ilə əfyun suyu ilə islənmiş olan ani əsəl cüzvi qəvam olduqdan sonra
باله قاتوب آنده زعفران مسکه قاته آندن کراولونان اعضای xəlt edə tamam olduqdan. Burada da yenə davalardır da. Yəni gördük ki, orada türküsü də vardı. Burada nədir? Görək ki, burası şeirdir, amma çox da gözəl xətti var insafən, amma ərəbcədir. Və mimma nuqilə min xətti Muhammed Əfəndinin xətti ilə Əl-Kərimi ma surətuhu qultu amdehu sadra Misril fəzaili və əzizətə və badr ufqul məali əlləzi cəzə fi məzamiril ulya Təbriz. Təbriz sözünü burada gördüm. Təbriz Hazretel Mevla Aziz Əfəndi el-məşhur nisbətəl a'an bi ibn Qərə Bəlğə bi ibn Qərə məşhur Aziz Əfəndi Hazret Mevla Aziz Əfəndi el-məşhur nisbətəl العز بابن قرة بلغ الله تعالى في الدارين مطلبه ووتره وذلك عند القدوم إلى الشام. Tarix devlet 1037 منفصلا عن قضاء مكة زادها الله من الشريف والإكرام. Tarixinde dedim buruptu am 37 ve alif 1037 37 vel alif xatamet bil xeyr bi Muhammedin ve alihi. Bu adam herhalde Təbrizliymiş özü de zahiren. Zalipdir. Bunu da sevindim. Bu Təbrizdən bir ad gəlib bu kitabda. Hangi zaman? 1037'də. Yani 410 il önce. 410 il önce burada Təbriz haqqında bir mətləb yazıblar. Min qəlbi min laqbə ma beynə səmərin və bəyz min qəvamin lədun və tərfin məriz. Hər halda bu da bir şeydir. Mən oxuya bildim, oxuya bilmədim. Orası önəmli deyil, ərəbcədir. Səməri şəcəriyyə Hüseyin-i Nəbəvi və nəticəyi müqəddəmat-i nisbi müstəfəvi olan birdir qərni nişanə seyyidi. İndi bunu biraz yekəllik görək oxuya bilirik. Seyyid İsmail Əfəndi Həzretlərinin məclisi İrəm nəzirləri Sünniyə naliyi bəlabil şoğənciz ilə həmdəm duali və ah əsli sədəf səhərxiz ilə məhrəm sənalər ithaf və əhvaqiləndə və əma. İndi bunları nəmən oxuyaq. Dindət bi ixtilaf məhasin səyadətləri mübtəqasıncə bu mühibləri tərəfindən istifsar hal caiz buyururlardı ehtimalen. Bihamdillah və bir gün səhətdir. Yüz minnət Xudaya ola təb-i şərif və ünsür-i lətifləri sual olunur. İyülər, xoşlər miydi və daimən zövq-ü səfa olasən beyt. Gül xəndan gibi quşadəmiz necəsən xoş misən
səfa misin. Saniyən. Burada görürsünüz ki, quzariş yazıblar. Yəni adam gedibdi bir yerdə bir nəfərin halın zadını soruşur, orada da hətta onun şeirini yazır. Burada bir şey yazıbdı, yazıb ki İnşa-i müxtəsər. O üstə yazan bu tarixdir. Əlbəttə görüm o tarix vurub o yoxdur. O nəta'ic caiz rəfətçülərinə aid və raci olduğunda iştibah buyurmaya. Baqi beyət bəqa ləəlli vəl məharim ya məkarim. İnşa-i müxtəsər Fars meydan irfan və haris محروسی لطفü ihsan G'azni nişanım Qərandaşım Əhməd. Hər kəs ehtimalən ona yazıbdı bunu. Bunu ona yazıbdı. O Qərandaşı Əhmədə yazıbdı ki, nəmədir? Və dəhi, yəni daxı olacaq. Və dəhi səməri şəcəri mürüvvəti və qunçi bağı fütüvvət səadətüm Aqi əzizim Məhəmməd Ağazad Kərəmi ruhiyyə nəfsiyyə nəmənə bu da belə bir şeylər. Biz yadıma gəlir mədrəsədə olanda ya danışgahda olanda görürdün ki yavaş-yavaş hamı ya sərbazçılıqda istir qutarsın, hərə bir dəftər götürübdü, verir ona buna ki gəlin bir şey yazın. Hərə bir şey yazırdı. Zahirən bu da o cür bir şeydi. Bu dəftəri verirmiş, hərə özü bir şey yazırmış. Ehtimalən belə bir şey olacaqdı. Bu səhifədə çox biraz bunun xətti gözəldir. Bəlkə buradan biraz həmd səfa və şükr bi qiyas ul xaliq bitun və rəzzaq xəlifə rəb məskun rüb məskun bəl رازق جمله مخلوقات و صانع جمیع مصنوعات جل جلاله و غم ام نواله حضرتine ki xilqət-i xəlqi səfa və səfəvvət üzərə tinət-i Adəmə girib əfsər xilafəti fərq mübarəkinə ürüb sərir inna cealnake xəlifətən fil ərzi üzrə mütəməkkin qılıb cümlə-i sakinan əflaki və iz qulna lil mələikəti iscudu li Adəmə fəsəcədu xitabi ilə mə'mur edib ol xəlifə ənami muəzzəz və mükərrəm eylədi və sələvat namiyat və təslimat samiyat rəsul خدا و حبیب خدا محمد مصطفی علیه التحیت و ثنا حضرتine و چهاریار با صفا حضرتlerine ve آل و اصحاب و توابع و لواحق و احبابine رضوان الله تعالی علیهم ecmaîn olsun. Her mektep hikmette ve ilmi ve alleme Adem'el esma'a küllehaden garaz onların nam-ı şerifinin zuhur ve intişari olup herçənd sülbi bəşəriyyətdən neçə ənbiya-i güzin salavatullahi və salamuhu aleyhim ecmaîn olsun səadətgərin və salatini qəzaayinin ədəmindən vücuda gəldikləri anın zat-ı latifi verən məniflərinin şərəfi şiui idi. Lakin sahafi risalet ve menşur xilafet min evvelihi ila ahirihi mühr nübüvvet ve xateme enbiya ile muhattem olduğu gibi anun mübarek qədəmi yer katibilə ümmət nəhəncün salatin pak dinləri daxi sairi ədyan əhkamine mütevəffik vaqe olup her zamanide bir sahibi Kur'an'ın yerlik, beliğ,
سعادت عنوان این الارض یورثها من یشاء من عباده توراسیل قرین müzeyyen قرین yok توراسیل müzeyyen ve her vaktide bir bakti yar cehanun توقیع رفیع عالیشانی و رفعنا فوقهم فوق بعض درجات خط دلگشاسی ile مبتین ya mütebeyyin buyurulup ve her birinin çok güzel yazılıptı. Burada da bu adama deyiblər bunu bir şey yaz, bu da bunu yazıbdı. Yəni hər öz düşüncəsi haqqında biri döhdürmüş dava dərman yazıb, biri fəlsəfəçiymiş fəlsəfədən yazıb, biri şeirçiymiş şeirdən yazıb, biri ərəb imiş ərəb dilində yazıb, çox güclüymüş oradan yazıbdı. Zahirən belə bir kitabdır. Yəni cünc qoyublar adın. Burada nədir? Kəmal Paşazadə. Kəmal Paşa. Burada da Sultan Üveysi şair bir mesmu'in ve meşidür ve ikinci misra'in nasu Bukhari ma'abbed ve menşur Dicle hakkına vermişlerdir. Yani burada da bir şairin alıplar, onu neyniyiplər? Burada da üstü dedi ki ona indi bilmirəm ki, o ədəbcə adına nə deyirlər. Surət-i məktub, burada da bir nəfər ərəbcə bir şey yazıbdı. Görək burada əcəba bu türküdür. Dicle ra imsal rəftari əcib müstəhanə bud. Pay در زنجیر و کو بر لب مگر دیوانه بود. کف بر لب مگر دیوانه. Yahya Əfəndi kəfrət nəmənədir. Simə ayinə qəlbim həzər qıl anca mədfən bəni xak ilə yeksan eyləmə saqın qubar tən. Burada da Türkçe bir şiir yazıbdı, calibdir. Yerə verdi nişatım kar barin nav əhlə fəqan bəxt simdən şikayət ruzgarımdən. Biri xurşid aləmtab, biri mahi bədr olmuş. Çıxıb iki şərar əflakə ah bir şərarının ah pürşərarının. Bu səhifədə Türkçə bir adamdır, hər kəsdir. Bu da Kəmal Paşa ehtimalən burada yazıbdı. Bu da bunu yazıbdı. Hər kəsənin xətti də bəllidir. Yəni ona görə deyib əfazil ona. Qəsidə-i həsrəti برای Mustafa Ağa İbni Qasım Ağa. Bu da bir həsrət qəsidəsi yazıbdır Mustafa Ağa oğlu İbni Qasım Ağa'ya. Mustafa Ağa Qasım Ağa oğlu. Bizi sən Məkkə gəldik, aləmə rənc qubar gördük. Xudaya həmd şükr olsun, neçə zövq səfa gördük. Rifahitlə keçdi ömrümüz bu dar dünyada. Rifahiyyətlə keçdi ömrümüz bu dar dünyada. Nə ədadən sitəm, nə dildürbalərdən cəfa gördük. Kiminlə ülfət etdiksə, əgər əla, əgər ədna, qəmusindən məhəbbət, mərhəmət, mehr və vəfa gördük. Xudadan qeyri muhtac olmadık bir fərdə aləmdə. Qənaət eylədik haqqı verdiginə 100 qəna gördük. Nə söhbət eylədik cahillə, nə əğyara yar olduq. Nə bəddilə həmneşin olduq, nə vəz-i nasəza gördük.
Kemali əhlinə xidmət eyləməklə bəhrəmənd olduq. Məani və məarif əhlinin qədrin əla gördük. Əgər gülzarı varsaq ebşinoş üçün, eyşunuş üçün o gülzarın gələn gəlmiş açılmış bülbülün, gülün gəlmiş açılmış bülbülün nəğmesar gördük. Nə bostanında damengir xar olduq, nə bağında, nə bir gün bağbanindən ənc bir kim əda gördük, bir kəm əda gördük. Ye کوهستانه düşsə rahimiz, ya haman ya کوهستانه düşsə rahimiz, ya cəngəlistana, vuhuşi mərduman dirrəndəsin həp aşina gördük. Əgər dərya yüzün seyr etməyə zoraq nişin olsaq, məhəllinə münasib anda əyyam-u hava gördük. Dəm oldu küp dibində həmqərini badənuş olduq. Biz ol vadidə nə salus و nə əhli riya gördük. Bu şeiri də kim yazıbdı bilmədim, amma yazıb ona. Cəhi rendimi aşam ili həmdəm həmində oluq. Burada bir şey yazıb oxuya bilmədim. Həmlah oluq. Cəhi rendimi aşam ili həmdəm həmqədəm olduq. Cəhi atarmi aşam ili həmdəmi həmqədəm olduq. Qamuş pak مشرب پاک طبع دلگشا gördüm. رهی میخانه bəkdən ziyadə vardıq dəcildük. Biz ol yolda nə riya və nə xud bir əşqiya gördük. Şitanın şiddətindən cismimiz olmadı pəjmürdə. Şita qış. Nə dildə tab kərəm səqlə birdəm az gördük. Birdəm əza gördük ehtimalən. Gəlin dərdü bəlayı bir fələkdən zənn edərdik. Gələn dərdü bəlayı bir fələkdən, bu fələkdən zənn edərdik. Leyk məgər həb kəndimizdənmiş gələn dərdü bəla gördük. Əda üçün nəmaz pəncgahı camiə vardıq. Əda üçün nəmaz pəncgahı camiə vardıq. Cəmaət dillərində zikr təsbih و dua gördük. Kimi zahid, kimi abid, kimi küseydi vaiz eylər. Kürsüdə vaiz eylər. Kimi zahid, kimi abid, kimi kürsüdə vaiz eylər. Kimi şeyx و kimi mənla geymiş اولیا gördük. Kimi şeyx و kimi
Məlla ciyilmiş avliya gördük. Kimi Qur'an okur avaz ilə anun kimi dinlər. Kiminin cəbhəsində bərq orur nuri huda gördük. Şikayet etməriz xalq cəhandan biz yox məxluquq. Şikayet etməriz xalq cəhandan biz bu məxluquq. Gədasın məskənətdə babini əhli səxa gördük. Gədasın məskənində babini əhli səxa gördük. Ya da bayini, bilmirəm nə mənə olar. Xüsusən ol ələl qədri əkrəm Müstəfa ağa. Xüsusən ol əli əl-qədru əkrəm Müstəfa ağa ki hər vəcilə ani cümləsindən münteha gördük. Məanidir köhəndə pəndiyi fərmanidir anın. Məanidir köhəndə pəndiyi fərmanidir anın. Ehtimalən bəndə olacaqdır. Kəmal-ü mərifətlə ani bir müşkil quşa gördük. Ləbindən zülmlər ab zində ki vaxti təkəllümdə Ləbindən təmlər ab zində. Təmlər, tamlar. Ləbindən təmlər ab damlamaq, bağışlayın. Ləbindən təmlər ab zində ki vaxti təkəllümdə mühəqqəq hər kəlami dilpəzirin canfəza gördük. Bunun davamı var. Qəsidə-i Həsrət. Adında yazıb ki, qəsidənin də adı Qəsidə-i Həsrətdir. Ehtimalən bu axirdə də özünün adını zadını gərəkdiyini necə eləyə bilsək. Burada qutarır əlbəttə 240-cı səhifədə. Kitabın çoxunu sansur ediblər bu İranlılar. İndi onlarda bir şey yazmışmışlar, istəməyiblər ki, oxunsun. Görün bunu çevirsəm, acaba bunu istirdim görün bu yazanın bir çeşmə əbru zülfü pək kakul müjyə cümlə siyah mənbə-i ab həyat ol haqqi dəndان sürx. Həsrəti hələ davamı var ehtimalən. Burada bir həsrət zar. Burada zar kəlməsi əlbəttə eşitdi. Həsrəti. Bilməm necə olur hal dili zar həzinim. Bilməm necə olur hal dili zar həzinim. Cor etmədə daim bəlkə ol zəhri cəbinim. Leylimdə nəharimdə səfa qalmadı hərgiz. Ər şam و səhər dərd bəla oldu qərinim. Hər şam و səhər dərd bəla oldu qərinim. Nə üçün bənim ol şah-ı cahan halimi bilməz? İrməzmi əcəb guşinə bu ahu vanim, ahu əninim. Ənin nə deməkdir? Dərd demək olacaq ehtimalən. Ahu əninim. Bezdir vücudumda səfanın rurikinci əsəri yox. Bezdir vücudumda ehtimalən gərək oxuyaq bir zərrə vücudumda səfanın rurəkinci rurək əsəri yox. Enduh ilə təxmir olunmuş təbi teysenim gibi tesenim.
Bu nə olacaqdı bilmədim. Hər halda burada bu şeirlər də türkcədir. Burada həsrət əlbəttə axirdə də məran badı کرد. Bir dənə də burada axirdə bir beyt farsıda əgər Rüstəm bud kon gahid کرد گردد nə mənə belə bir şey yazıbdı. O da orada burada şeir farsı şeirdə görürəm. Yəni burada bir şeir yazmışdı, bir beyt yazmışdı farsı. Ehtimalən bu tərəfki burada yazıbdı ya bu burada yazıb. Çünki buradakı farsı yazıbdı bu şeiri. Bəli, bu səhifə hər nə şeirdir. Mehriban olmaz. Əlbəttə burada niyə? Türküdür, bura türkdür. Ruh əlində zalimi sən ol xal nədir? Ruh alında zalim sənin ol xal nədir? Məst çeşmündə yə lül qəmziyi qəttal nədir? Biri dünyaya salsələr fitnə, biri qətl eylər. Biri dünyaya salar fitnə, biri qətl eylər. Bir sual eylə görə səndə bu əhval nədir? Dərdimə lə'lilik əmmədən özgəm yox. Dərdimə lə'liləbün əmmədən özgəm yox. Öküzüm ya bu qədər öküzüm ya bu qədər xeyr işə ehmal nədir? Mehriban olmaz edin çünki bizə ey məhru, göklümüz ölmədə bu hilə ilə al nədir? Həsrəti. Burası türkcədir. Vəsətdə cəm birişan, nə mənə birişan biyazin cinsiyyət mərd. Buradan da getir farsıya. ساقیا برخیز و ساغر بیداد ریز. Tamam. Buradan da geçək. Burada yenə davalar. Burada şeydir. Tarixi Sağı Evliya və Şüəra. Burada da ehtimalən bu sağ nə deməkdir? Ya sağ ehtimalən olacaq hər halda. Qalə bəzuhum müvərrixən moutul əimmətil əimmə əl-ərbəəti rəziyallahu aleyhim. Burada da o əimmi ərbəənin tarixini yazıbdır. Vəfat Şeyx Rəmri rəhməhullah teala ilə 143, yəni 1143 ehtimalən ya 143. Şeyx Rəmli kimdir bilmirəm. Vəfati Misri rəhməhullah Zunnun Misri. Vəfati Zunnun Misri rəhmətullah 368. Vəfat Sultan Arifin Bayezid Bəstami rəhmətullah aleyh səni 314. Yəni bunlar İslamdan sonradır pəs. 143'dür, 1000 deyil. Vəfat Şeyx Sədriddin rəhmətullah teala aleyh 682. Vəfat Molla Hacı Molla Cami rəhmətullah Ma'afi aleyh 798. Vəfat Nəcati Bəl rəhmətullah Ma'afi aleyh 814 ya 834, 824. Burada biraz yapışıbdır. Vəfat Xarati Əslə, nə mənə bunu oxuya bilmədim adın doğrusunu desək, çünki xəsarəticə oxuram mən. Vəfat Xəsarəti Əslə
Mersə Kukamtə Düsərə. Bilmədim nədir. 872. Vəfat Həzrət Şeyx Vəqa rəhmətullah ya Şeyx Vəfa Məani əleyh 896. Vəfat Mevlana Fuad Hafiz Şirazi rəhmətullah əleyh 899. مولودی مولانا شیخ عمرو بن الغارز القاجرة المحروسة في شهر القعدة 577 و توفى رضی الله عنه للقاهرة و دفن في العراق في الجرافة دفن في الجرافة به سنه نه burada yazıbdı ya da بسنگج بل المقتم عند بحر السيل تحت المسجد المعروف بالعارض في ثاني Cəmadül əvvəl 663. Əlbəttə burada deyəm həmd 540 nə mənə. Burada bir şey yazıb burada. Ma vəcədə məktubən əla mənbər Seyyid Əl-Kowneyn Muhammed sallallahu aleyhi və aleyhi və səlləm ərsələ Sultan Murad ibn Səlim مستریداخر زاد المعاد مستریداد احتمالا عربچه مستریدن خیر زاد المعاد نحو روز المصطفى صلی الله علیه ربنا الهادی به كل العباد منبر أقدست أركانه أقلا أركانه بالهدى واليمن مع صدق الفؤاد منبرا يعلو على العلاوة دام مرفوعا على أصحاب والرشاد قال حقا ملهما تاريخه منبرا أمر سلطان مراد 998'də hər halda bu bir dənə mənbər düzəldib göndərib Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin qəbrinə tərəf. Kim? Sultan Murad bunu eləyibdir. Tarixi vəfatı Molla Səədiddin Təyyiballah Təraha 793. Tarix. Burada da görürsünüz ki, bir də adamların burada da davamı vardı. Ölümlərin ya dirilliklərin. Burada da xulafayı 4 dana imam ki dinləri, məzhəbləri qoyublar, gediblər, Allah rəhmət eləsin. Əbu Hənifə səni 150-də ölübdür, ya qalıbdır. Ehtimalən, burada nəmi qalə bəzhum mübarəkatun ləyyəmmətil ləyyəmmə. Bu hər halda ya ölüblər, ya diriliklarıdır. Yəni, ehtimalən ölülüklərin yazıblar, çünki uşaqlıqların yazmazlar. Və Malik Qət'əl-Əzdad 179 və Şafii Durrul Ulum Ma'ah 204-cü ildə və Əhməd Ram Məcəllana Ləhu Fəhna 241. Yəni, bunlar İmam Sadiqdən sonra dünyaya gəliblər. Belə nəzərə gəlir. Və qalə eyzən fi həyatihim kəm aşura və aşə seyfəhum hala bunlar da şeydir da, yəni tarixdir, bu 70-cidə hər kəsdir. Və aşə seyfihim kimdir bu? Və Malik 78 il ömr eləyib, bu birisi 70 il ömr eləyibdir. Bu birisi 50-dir. Şafii 54 il ömr eləyibdir. Əhməd Həmbəl də bu da hətmən 78 il ömr eləyib. Allah rəhmət eləsin hamısına. Qalə Şafii tarix həyatın və mevtihim rəqəm faxə şakir əl-mənnə cəm'əxu. Hala bunlar da şeydir. İmam Şafii'dən bir söz burada yazılıbdır. Gördüğünüz kimi burada da bir də
şeyler olubdu. Burada da nə ola giryan olarsa əbr baran. Nə ola giryan olarsa əbr baran. Yenə matəm libasın geydi dünya. Yürüb şam əhli büldi rəvani. Qərəvi غروب etti abhar aləm ara. Və Fatinə dedi tarix saicə. Bugün gözdi dövlətli Şəms Paşa. Bugün gözdi dövlətli Şəms Paşa 973-cü ildə. Hər kəsdə burada tarixlər qoyublar. Görürsünüz ki, hər şeydən yazıblar buraya. Məzun ilə eyşətil qəribə, qərbiyyə. Bu da məzun eyş qərbiyyədir ki, burada yazıblar, davadır. Gəldi, burada gözəl xətt ilə bir şey yazıblar. Şəms-i Təbrizidən bir şeir yazıblar bura. Bu da Safidən bir şeir yazıblar. Bu da tarixi Həmzə در Şeyx Mevləvi Xanə Şam. Bu da oradan deyildi. Bu Şəms-i Təbrizdən bir şey yazıb. Görək bu nədir? Görək bu nədir? Bişmiş ərbab. İndi burada bişmiş dərləri. Mən bunu oxuya bilmədim. Ona görə bişmiş gəldi nəzərimə. Piş ərbab hər dəmayə iman edili. Lacerəm pişeyi مردان سخندان ادب است. پس o da olacaqdır. پیش ارباب فردمایه ایمان ادب است. لاجرم پیشه مردان سخندان ادب است. بی ادب را به سما با بقا منزل نیست. بی ادب را به سما و ورا بقا واری بقا منزل نیست. به سما و بقا منزل مردان ədəb است. Farscadır, amma oxuya bilmədim doğrusunu axtarsaz. Bir də ki, farsıdan ki, dahi yavaş-yavaş uzaqlaşıram və acığım da gəlir, hətta beləsi desəm. Ona görə onu oxuyanda bir cür də bir elə bir əziyyət çəkirəm. Mənbə-i hilm و حیا عارف قطب دوران مرشد مولویان پیر فنا حمزه دود حمزه دده مرشد مولویان پیر فنا حمزه دده qıldı ehya neçə yıl tikki Mevlana'yı qıldı ehya neçə yıl tikki Mevlana'yı İctihad etti sema ilə səfa eyləmədə. Səma ilə səfa eyləmədə. Bu fəna tikyəsini eyləməyib cayı qərar. Aqibət getdi həman tikyi məlki əbədə. Aqibət getdi həman tikyi mülki əbədə. Gəlügüz haqqı niyaz edəlüm. Gəliniz haqqqa niyaz edəlim ey dərvişan ki onun ruhi rəvaninə xuda rəhmət edə. Sidq ilə həsrəti zar dedi tarixin. Sidq ilə həsrəti öz adını deyir. Həsrəti bu şeiri deyibdir. Sidq ilə həsrəti zar dedi tarixin. Cənnəti buldu səmai dönərək Həmzə dedə. 1054-cü ildə bu şeiri Həmzə dədəyə Həsrəti adlı bir şair deyibdir. Bunlarda da görürük ki, yenə də şeirlər çoxu türkcədə əslində. Orada burada bir ərəbcəsi var. Bir iki dənə də fars gördük buradan. Yəni bir dənə əlbəttə fars gördük. Fərmayət həsrəti nam o. Burada da həsrəti. Gün gibi həşrdəgin anlədirsən namün. Gün gibi həşrdədəkin
Anlə deyərsən namün, sərv qamətlərinin payinə yüz sürmək sür şamün. Va iza gəl sözü qoy, tərkini örüm billah. Sənəmi lalə uzar ilə meyi gülfamün. Bizi öldürdü غم ای ساقی مدد لطف ile. Bizi öldürdü gəm ey saqi mədədi lütf eyle. Badə ver, badə verir, badə-i gəm əyyamın. Badə ver, badə verir, badə-i gəm qəmin, badə qəmin əyyamın. Badə ver, badə verir, badə-i gəm, badə qəmin əyyamın. Ənbərin xəttini yad eylər, o simin bədənün. Təm'i xamini seyr eylər, dili nakamın. Mive-i باغ cemalündən əya maye-i naz. Həsrəti bəndə ki bu buse-i yetir en'amın. Həsrəti bəndə ki bu bir buse yeter en'amın. Orada Qurtalır rubai başlayır və xətlər çox fərqli, insanlar fərqli bunu yazıblar. Fərqli xətt ilə, fərqli qonularda, hər kəsən öz təxəssüsündə. Məsələn, burada bir Əhməd adlı biri bir şey yazıbdı. Burada Nəcati ehtimalən adlı biri bir şeir yazıbdı. Amma ya da onlardan şeir yazıbdı. Doğaq fitin, ya nə demə? Pəncə-i bidad əfşardır mərə. Dərd و غم بیداد نگذارد مرا. Bu da farsça bir şeir burada yazıbdı. Çox gözəl xətlər var, mən oxuya bilmərəm. Yəni bu xətləri ki oxuya bilmərəm, çox gözəldirlər, gözəllikləri var. Amma mən o gözəllikdən baş tapmıram. Nəticəsi nə olur? Yəni ki, çox da gözəl deyil də. Yəni gözələ baxmaq gərəkir. Yəni nə qədər baxsan ondan doymayasan. Çünki ondan bir alver edirsən, bir düşüncə alver edirsən. Əgər bir o gözəl, o qədər gözəl ola ki, ona baxasan, sonra da yorulasan, bu əslində gözəl deyil məncə. Burada Şəhriniki həsrəti, dubara yenə burada bir həsrəti yazıblar. Bir araya cəm olub həmçü çalışmışlar bəni. Bir yülük timani dərzi, bir alay fəllahu taat. Günməzli bi hicayanə, həmandəm çimrəyüb, hər birinin həcvinin başına sıçdım pat. Bu adam şeir yazıb amma biraz şey yazıbdı, yəni ədəbsiz bir şeir yazıb ehtimalı. Eyləmişsən bizi həm həcv ey Kərəmüddin zadə. Eyləmişsən bizi həcv. Burada bir nəfər gedib bunun əleyhinə bir şey yazıb, indi bu da onun əleyhinə yazır. Eyləmişsən bizi həcv ey Kərəmüddin zadə. Din imdi, din, yəni dinlə imdi sitəmlərgə. Buranı oxumayayım. Var görəyim. Şeir yazıbdı. Əgər filan şeyin var, çıx meydana. Allah Allah. Bunu da gördük. Yəni tarixdə bu da qaldı. İki nəfər bir-biri ilə söyüşüblər şeirdə. Calibdir. O da ədəbiyyatın bir tərəfidir. Yəni vaqiiyyət budur ki, o da ədəbiyyatın bir tərəfidir. Kitabı görürsünüz, mən beləsi şey elirəm.
Biraz sürətlə gedirəm indi bu səhifələri, çünki çoxunu da oxuduq. Burada bir şey yazıblar amma با müsəvvədi Sidqi Əfəndi بمعنای بعنایر Allah el-Melik el-Müteal qəl'i Bəğdad fəth və təsxiri. Bəğdad qələsinin təsxiri haqqında bir şey yazıblar ki, bunu bir dəfədə bir yerdə belə bir şey oxuduq. Amma bunu bir oxuyayım buradan görüm ki, Qalallahu Teala müyəssər olduğundan sonra Şah Səfiyyə göndərilən Nami Humayun surətidir. Sultanı ehtimalen Sultan Murad Xan'dı ya hancısıdır bir adımda değil. Bəğdadı Səfəvilərdən alır. Onun deyir. Müyəssər olduqdan, yəni beləsi deyir. Sidqi Əfəndi bana yerə Allah El-Melikül Müteal qəl'i Bəğdadi fəth və təsxiri müyəssər olduqdan sonra Şah Səfiyyə göndərilən Nami Humayun surətidir. Onun və altın həlilə tuğra çəkilmişdir. Altına da qızılla hülliyə ilə altın hülliyə ilə tuğra yəni möhr vurulmuşdu. Onu istir desin. Bunu oxuyaq. Bu Qalallahu Teala el-Melikül Əllam innellezine indallahi el-İslam inned-dine indallahi el-İslam. Qul Allahümme malikil mülki tuti Allahümme malikil mülki tuti el-melikü. İhtimalen bu Ərəbcə bir şeydir. Mən bunu tuti, əlbəttə bir də qalin yazıbdır, ehtimalən türkcə olsa. El-mülkü mən təşa tu'ti malikil mülki tu'til mülke mən təşa'u və tənzəul mülke mimmən təşa'u və tə'izzu mən təşa'u və tənzülü mən təşa'u biyedikəl xeyru innəkə alə kulli şeyin qədir. Elhamdülillahi vəl hürrə və səlatu alə mən la beyyene ba'du la beyne la nemene beyyi ba'duh. Buradan Şah Osmanlı ki istir Şah Tahmasibə Şah Səfiyyə məktub yazır. Buradan Allah mülkü Allahın əlindədir. Hər kəsə istəsə verər, hər kəsə istəsə alar. Hər şey Allahın əlindədir. İndi bu sətri biraz yekə yazaq. Bu sətir altın hüllə ilə yazılıb. Bu sətr orada yazır ki, qırmızı xəttindən yazıbdır. Yazır ki, yəni bu sətr, yəni ehtimalən buracan ya da buradan bu yüzden bilmirəm. Qızıl xəttindən yazır, qızılla yazır. Ehtimalən qızılı əridiblər, töküblər, ya nədir bilmirəm. Amma bəd təyid an ازلیه سبحانی و توقیعات لم یزلیه ربانی جل جلاله و عم نواله ایله بنچ خادم حرمین شریفین ثانی الاسکندر ذوالقرنین قاتل کفره والمشرکین کفرة والمشرکین قامعی اعداء الدین المعین مرغمی انوف الفرائین مرغمی انوف المراغین مقری بیجان الخواقین احتمالا مفر بیجان یا تیجانی خواقین فریدون فری همایون اشرچی همایون اشرچی به خسروی داد عالی سرا و سلطان ابن سلطان غازی مراد ابن سلطان احمد خان ابن سلطان محمد خان. Pəs özü Sultan Muraddır. Mənim yadımda olan bəs düzüymüş.
سلطان احمد خان ابن سلطان محمد خان است که فرمانی لاگومی سپه سالاری معظم دارایی گبروار افراسیاب روزگار امیر صفی نامدار سن توقیع رفیع جهان باقی و ترلیق بلیغ کشور ستاییچی غیری غرای سلطنتی چامرانی و شمه رایاتش شوکر عیان جارو جاودانی ور واصل اولجق معلوم که جناب رب العالمین عنایتی و حضرت سید المرسلین عنایتی و چهار یار با گزنا رضوان الله با گزین رضوان الله علیهم اجمعین روحانیتی ایلمز و رحمی جبا سلاطین ازام و ملتم şəfai xəvaqin ami. Bu biraz hər halda buracan oxuduq, qalanı qalsın çünki uzundur da. Bu da 1048-də yazılıb bu namə. Yəni ehtimalən bunu onun üzündən yazıbdı da, o ki deyil, qətlən o deyil, amma onun üzündən bir belə bir şey yazıbdı. Hazreti Sultan Murad əyyədəllah ömrəhu ya əbbədəllah ömrəhu el-yevmi el-sadisi əsakiril İslamiyye İslam təqviyyəti üçün göndərdikləri xətt-i Humayunləri surətidir. Burada da bir Sultan Murad'ın bir naməsi var, gedibdi orduya görə yazdığı onun üzün burada yazıbdı. Yəni o bir ayrı məktubdur. O da ha zaman yazılıbdı. Ona da bir baxaq görək, acaba ondan da bir tarix çıxada bilirik. Görək ki ondan da bir tarix çıxada. Bu axirdə elə bir şeirdir. Nəzmi var. Lütfü rəhman istanadın var. Fəzl haqqda fanicə muradın var. Çün dürsən etməşə təvəkkülümü. Çün versən etmişəm təvəkkülümü. Mərd haqqa ehtimavım var. Leşkerü male ittika etmem. Askeri gıybe istinadım var. Çalışın ey mücahidan gaza. Din yolunda benim cehadım var. Emrim kim duam ola makbul. Ümerəm ki ümerəm kim duam ola makbul. Ki kabulüne etiqadım var. Ve cümle gözü Hakkı Celle ve Celalünü hifzine emanet verdim. Cümlenizi Hakkı Celle ve Alanın hifzine emanet verdim. Sagir-i kebirinizi ve cevan-ı pirinizi Xuda Rabbil alemine ismarlarım. İsted'ukum Allah Teala fi dinikum ve dünyakum innehu huve Mevlana ve Mevlakum ve huve ni'men nesir ve ni'mel mu'in ve salatu ve selamu ala seyyidina Muhammedin ve alihi ecmain. Tarix qoymayıbdım təəssüfanə buna. Əlbəttə aşağıda bir yerdə bir şey yazılıb. Timar ərz. Bu da ərz idi. Haza ixtilacat a'zai beyanındadır. En akval 5 ve Allahu alem.
Əgər başın və pəsi səgərsə, Cəfər Sadiq edər. Şərəf və gücük zikrə dəlilidir. Və Danyal edər. Səfərin rizq eləyənə gərən və İskəndər edər xalq arasına olmaqdır. Baş tapmadım. Bunlar 5 nəfərdən hərəsindən bir cümlə bir şeyə deyir. Davamı var elə bu cürsə. Əgər sol yanağımı səkirir. Bunu da hər kəs yazıbdı, uzun yazıbdı. Hələ hərəsindən bir cümlə, bir kəlmə bəllidir. Sağ ayağın üstü səkərsə, səkirəmək ehtimalən sərimaq biz deyirik. Gözü səriyir ya səyriyir. O ehtimalən bu da o olacaqdı. Cəfər Sadiq edər. Səfər yəni nəql eyənlər Danyal edər. Təriq ola İskəndər və hükəmayı Rum edərlər. Misli hükəmayı Fərs edər. Səfərin fərəh hasil edər. Seyrəmək ehtimalən mən o cür bir şey. Haza tətimmətü kəlam Muhammed Əfəndi Əl-Kərimi Əl-Muud biha sabiqən vallahu. Muhammed Əfəndi ki o başda ərəbcə yazmışdı, yenə ondan bir aynı şeir ya bir ayrısını ondan gətirdi. Burada yenə yazdı və qalə və kutub və kətəbət hazihil əbyat madigən bima'in əbna'ül ədəbi və xülasətil ərbab tələbi Hazretil Əmiril Minhək el-Müncili ba'de an arsala ileyye bi'abiyatin sinniye seazkiruhu ve hiye minel awzenil fakat ve zalike fi şuhur seniye 36 ba'li ve hiye goli. 1036. ildə də bu şeiri göndərib bu adama. Bu da burada yazıbdır. Görürsünüz burada davamı vardı. Gene də burada deyir ki və kətəbət bihazihil əbyati mulğəzən fi yərai. Hər halda bu da ərəbcədir. Gene ərəbcə şeir yazılıbdır. Davamı var uzun. Göndərib bu adama ləğzun liqadiyəl quzzat əmin əddin fi ismi Kaf dal KB 2222. Burada ədəddə belə yazıbdır. Kədkəb məsələn. Nə mənə? Ma ismun sərsəri sərasi. Ma ismun sərasi el-hurufu mushafa. Veyra biba'zil variy və yura bihi ba'zil variy müşrifa. Ərəbcədir. Pəs bunu oxuya bilmərik. Oxusam yəni şeirdir. Qələt oxuyaram %100. Ona görə ondan biraz uzaq durum. Türkçədə çox zoruna düşürəm. Hələ qala ki ərəbcədə. Qəd qilə mən fil qazi şita. Burada da yenə davadır, nədir, hər nə nədir. Çox şeylə yazıb. Ləğzun fi 90, 100, 200. Nə deməkdir bu? Bilmirəm. Allah xeyr eləsin. Oğlad ərəb nairi əziz kim mülazimətlərin bir miqdar təkəllüm-i türki malik olur. Oğlad ərəbdən bir əzizi kimsə mülazimətlərin bir miqdar təkəllüm-i türki malik olur. Görürsünüz burada əslən o bu kitab düzdür ki oradan oxur. Amma baxsaz görürsünüz ki hər kəs burada da deyir ki oğlad ərəbdən hər kəs yəni türkü örgəşməyə çalışırlar. Bir bərcabid maarifi fəzl ilə lakin lisani natiqi vaziani xanəsi muavinət və musairədən xai və beləliklə
aşkar, bil külliye ihtimalen, bil külliye aşkare ketu, lisan keturiyle adavet ve bi mülayimet natigiye okuya bilmiyorum ne husumar edip Türkiye ne kadar hırs temkin irin lisan husumar irin bir gün mülazime her halda bu da bir neferdi götürüp mani Gazi el-Asker Mevlana Zekeriya Efendi Harrere Dilekfi 985-ci ildə bu adam Qazi Əskər hər nə mənədir bu adı Zekeriya Efendi Qazi yol Əskər Mevlana Zekeriya Efendi şey haqqında Qustantiniye şey olubdu İstanbul onun haqqında bir şeyler yazıb tarix Cami-i Şərif bunlar nədirlər burada bilmirəm ədədlər çünki məsələn bu 1485 hələ gəlməyibdi bu bəs bir ayrı bir şeyə işarə olur 4449 neçə min il qalır ki gələ bu bəs il deyil bunlar bir ayrı bir şeydirlər mən bunları bilmədiyim üçün bunlardan geçdim və kitabın təqribən sonuna gəldik yetişdik burada da Əl-Xatimə Xatimə yazıb görək nömrə Haza axəru hazihil məcmuətil vafiyə vəl mücəllətul hafiyə kəm fiha min əş'arin lətifə və təktin zərifətin və nəvaidin tərifətin və lillahil hamdu fil axirəti vəl ula Vessalatu vesselamu ala xeyri xalqihi ve alihi ve tahirin. Burada kurtarıbdır amma bəs bu kitab təqribən bəlli olur ki 1040 illərində yazılıbdır. Yəni 40-dan məsələn 50-yə qədər ya bu zamanlarda yazılıbdır. Əlbəttə burada bir yerdə də mən gördüm, yəni yazmışdım 1065 o da bu kitabda yazılıbdır. Ehtimalən o illər arası, yəni 1040 ilə 1070 arası burada 120 nəfər adam şey yazıbdır, mətləb yazıb bu kitabda. Burada deyir ki, kitab qurtarır, amma görürük ki, qurtarmır. Çünki burada bir neçə səhifə də ortada cırılıbdır, yox olubdur ya da şey eləyiblər, bunlar da burada görüşü axirdə əlavə ediblər. Hər halda bu günləri 4 kitabla tanış olduq. Nücum-i Türkini bir səfə oxuya bildik, çünki qalanı çox təxəssüsü idi və amar, ərqam o cədvəl idi ki, biz baş tapmadıq. İkinci kitabı qabaqdan üçün oxumuşduq. Şeir idi. Lütfiyə Çələbi Mevlana'nın Hülliyə adlı kitabını yazmışdı. Onu təzədən açmışdıq. Yəni təzə ayrı bir fotokopi download eləmişdik. Onu da oradan götürdük. Üçüncüsü bir balaca guzarişnami, idari bir guzariş gördük. Üzbəüz olduq ondan. Osmanlı dövrünə aid 1103-cü ildə yazılıbdır. Bir idari bir guzarişdir. Əlbəttə mən orada 1143-də gördüm. Və dördüncü kitab ki ona biraz çox vaxt qoyduq xoşluğuna. O da Əl-Məcmuətul Haviyyə adı. Əl-Məcmuətul Haviyyə ondan 120 nəfər burada yazısı var. Bunların birazını oradan buradan oxuduq. O cümlədən bir dənə yazını oxuduq ki, 2 nəfər şeirdə bir-birlərinə söyüşürlər. Bir-birlərinə söyüş savaş verirlər. Onu da gördük. Bu 120 nəfər bu kitabı yazıbdır, hərə bir şey yazıbdır. Bəziləri hər kəsin öz təxəssüsünə və düşüncəsinə görə yazıb. Biri fəlsəfədən yazıbdır, biri dindən yazıb, biri hədisdən yazıb, biri tarixdən yazıb, biri ölənlərin tarixini yazıb, biri şeir yazıb, türkcə, biri farsca, biri ərəbcə yazıbdır. Bunlardan 22 nəfər yazanlar türkdür və kitabın çoxu türkdür. Yəni
Mən deyirdim bəlkə çoxu ərəbcə olacaqdı, o cür ki yazmışlar, amma ərəbcə səhifə sayı bəlkə 12, 13, 15 səhifə olardı. Qalanı demək olar ki, türkcə idi kitabın. Bir-iki dana da orada burada ki yığsaydın cəmən şayət yarım səhifə olaydı. Farsça şeir var idi. Hər halda xətlər çox fərqli. Yəni burada 122 nəfərin ya 120 nəfərin əl yazısı var. Ona görə buna dostlar ki, bunu PDF eləyiblər, Concu qoyublar adın. Amma əslində bunun nəsə Əl-Məcmuətul Haviyədir. Hər halda bunları gördük, bu günləri belə 4 əsərindən əslində tanış olduq. 3 əsər deyək. 3 əsər türk uyğarlığından bir dana cədvəl ilə tanış olduq ki, hazırlayıblar, yəni zəhmətini çəkiblər, hazırlayıblar, onu veriblər topluma, toplum ondan faydalansın. İndi çoxlu işlər üçün ondan faydalanırlar. O nucum dedikləri türk dilində oymuş. Sonra bir idarə yazısı gördük ki, tozih verir ordu neynədir, sonra məsələn yerlərdə zülm eləyənlərlə neynədilər, filanla neynədilər, onları görürük və dördüncüsü ki, çox mühümmidir, bu idi ki, 120 nəfərin əl yazısını gördük ki, hərə öz təxəssüsü haqqında və bildiyi haqqında bir şey yazıbdır. Bəzilər dava dərman yazıblar, bəzilər fəlsəfə, bəzilər şeir, bəzilər hədis, bəzilər Qurandan, hərə bir şey yazıbdır. Türkcəsi bunun yaxşı %90'ı deməsək deyək, %80'i türkcədir bu kitabın. Bəli, bu kitabın əsli önəmli məsələsi budur ki, bu kitabın əgər axır səhifəsinə baxsaq, burada 274'ü görürük, amma bu aşağıda bunlara baxanda, hara getdik bunlara, burada 276, amma burada 277'ni görürük, baxın, 277 və bu da son səhifədir, burada görmədik o səhifəni. Amma bu kitabın əvvəlində neçə səhifəsi yoxdur, indi onu da görsədim ki, İranlıların əlinə düşdüyü üçün bunun əvvəlində neçə səhifəsi yoxdur. Baxın, burada 267-ci səhifədir bu əslində. Buradan bu üzəsi yoxdur. Nə olubdur? Ya məsələn 267 səhifəlik bir kitabdır. Əlbəttə biz orada 77'ləri də gördük ki, vardı. Amma baxın, məsələn burada yazıb 1, burada yoxdur, səhifə 1. Burada 230. 230'dan başlayır əslində. Biri var, ortasında yoxdur. 230, baxın, bu da 231. 232. Yəni hər iki səhifəyə bir dənə ədəd qoyublar. Bəllidir ki, bu zaman kitab var imiş. Çünki bunu sonra qoyublar PDF üçün. Çünki PDF-in səhifələri itsə tapalar. Çünki hər iki səhifəyə, iki səhifə kitaba bir dənə nömrə qoyublar. Məsələn, burada oldu 200. Burada 1'dir. Yox, 230. Burada 230'dur. 2 səhifə burada getdi, 231, 2 səhifə gedir olur 232. Amma bundan qabaq 231'dən qabaq niyə yoxdur? Bu soruşmalıdır və İran dövləti məclisi buna cavab verməlidir ki, bu kitabı əcəba şah zamanı sansur ediblər, indi inqilabdan sonra sansur ediblər. Çünki sansurun tarixi burada görünür. Burada əlbəttə görməcə görsəm, bazresi şod. Sansur tarixi yiyib. Burada da bazresi şod tarix yiyibdir. Bu 60 inqilabın əvvəl illərindədir. Yəni məsələn deyək ki 60, 62, 63'dədir. Bu da 1385'dədir. Bu zaman bunlar bu kitabı sansur eləyiblər. Və nə qədəsin? 230 səhifəsini ən azından sansur eləyiblər. Beləliklə bu günü də Allaha şükr eləyək. Şükr edirəm Allaha ki mənə bu gün ömrü verdi. Bu gün çox gözəl gün idi mənim üçün. Bir şeylər öyrəndim. Türk tarixindən, Türk uyğarlıqlarından bir şeylər öyrəndim ki, göylər, nucum göylərdir. Göylər haqqında bizim dədələrimiz bir uyğarlıq yaradıblar.
bu uyğarlığı yazı uyğarlığında və dil uyğarlığında bizə yetiriblər. Sonra idari sistem, millət nə cür şikayət edirlər hakimlərdən və dövlət nə cür onlara yetişir və onları nə cür tutur, ya nə cür mühakimə edir onlar, ya nə cür məsələn kəndlər dağılıb onları düzəldirlər filan bəhman, bunları bu da bir uyğarlıqdır. Şəhərsazlıq və dövlətçilik uyğarlığı deyək bunlara. Dövlətçilik uyğarlığı, idarə uyğarlığı və şəhər düzəltmək, kənd düzəltmək, abadanlıq uyğarlığı və sonuncu kitabda hər uyğarlıq bunun içində var. Şeir uyğarlığı, tip uyğarlığı, düşüncə uyğarlığı və çoxlu uyğarlıqlar da burada gördük. Bunların hamısı yazı uyğarlıq və dil uyğarlığında bizə gəlib yetişibdir. Beləliklə bu gün də bunlarla tanış olduq. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün, bir ayrı kitabla